hərəkətli oyunda siz komanda kooperativlik yaratmaq mı istəyirsiniz, yoxsa hərəkətli oyunda əsas olaraq fiziki inkişafı təmin etmək istəyirsiniz? Əsas olaraq fiziki inkişaf, bir də sosial-emosional götürürsünüz hərəkətli oyunlarda. Məsələn, biz təlimə gedirik. Təlimdə 3 komandaya bölmüşdük. Elə komanda var, fiziki tərbiyəni götürdü, elə komanda var, sosial emosional. Yəni, qaldıq belə ki, bu dəqiq hansı olmalıdır. Ümumi olaraq müəllimə hər ikisi də ola bilər. Mən sözün açığı müəllimə planda əslində sosial emosional yazırım. Sözün açığını deyim də, yəni. Niyə? Bilmirəm, nəsə hərəkətli oyuna daha çox sosiallaşma kimi baxıram. Çünki olsa fiziki məniyyət məşğələsə, mən o fiziki məniyyətə aid olan standartları götürürəm. Yəni oyuna daha çox sosiallaşma kimi baxıram. Müəllimə, sizə belə bir şey deyim ki, əgər söhbət fiziki oyunlardan gedirsə, fiziki oyunların əsas məqsədi böyük və kiçik bacarıqlarını inkişaf elətdirir. Bu da eyni zamanda koordinasiya, tarazlıqdır, ümumi olaraq uşağın, belə deyək də, necə deyək, əzələlərini inkişaf elətdirir. Bu inkişaf da adətən nə ilə əlaqəlidir? Fiziki inkişafla əlaqəlidir, düzdür? Burada hərəkətin dəqiqliyidir. Əsas məqsədimiz budur. Amma bununla yanaşı, bununla dolayı sən bir müəllim olaraq, məsələn, sosial-emosionalı verə bilərsən. Niyə? Çünki mən orada bir qayda qoyuram. Məsələn, tutaq ki, gəlin bir hərəkətli oyun eləyək və bir mütəhərrik oyun hərəkətli oyun eləyək. Məsələn, bir uşağa deyirsiniz ki, yerişdən qaçışdan, nə bilim, gimnastika skamyasının üzəri ilə gəlsəm, mən adətçılıqlar sayıram və burada bir növ qayda da var. Burada uşaq qaydaya da əməl etməlidir. Komanda ilə işləmə, gözləmə, nə bilim, qaydalara əməl etmə olanda olacaq sosial-emosional. Və yaxud da mən ola bilər ki, bir müəllim olaraq, mən hərəkətli oyun vasitəsilə ünsiyyət ilə formalaşdıra bilərəm, bu zaman idraka belə gedir. Hərəkətli oyunun əsas məqsədi fiziki inkişaf. Aydındır fikrim. Və bununla yanaşı sosial-emosional da ora qoya bilərsiniz. Hərəkətli oyun dediyimiz anlayış yadınızda qalsın. Əgər mən hərəkətli oyun keçirəmsə, bu adətən körpələr qrupu və bəzən də orta qrup əhatə edir. Amma hərəkətli oyunlarınız adətən mütəhərrik oyun xarakterlidir və mütəhərrik oyunda fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik eyni zamanda onunla yanaşı sosial və emosionalı inkişaf elətdirir. Aydındır fikrim mənim? Onda müəllimə, standart olaraq onda hər ikisini yazmalıyam mən onda. Hər ikisini yaza bilər, standart olaraq xeyr. Əgər başqa sən 2 dənə standart verə bilərsən, bir belə deyək də fəaliyyətdə. O standartların bir-birinə yaxın olmalıdır. Sən başqa inkişaf sahələrini başda verə bilməzsən. Məsələn, məşğələdə belə 2 dənə standart, başdakı standart yazırsan, o mövzunun çıxartdığı standart var. O eyni olmalı. Məqsəd də çoxdur. 2 dənə standart yox. 2 standart yazsam, gör hər 6 dənə məqsəd mən nətər həyata keçirmək olar. Yox. 2 standart yazıb, necə 2 standart? Bax, məsələn, sizə belə bir şey deyim. Sabah təlimi məşğələmdəyəm, sabah təlimində. Mən 2.2.4 standart, həm də 2.2.5 standartını yaza bilərəm başda. Niyə? Çünki onda bir-birinə yaxın standart. Və mənim məqsədlərim eynilik təşkil edəcək. 6 dənə məqsəd çıxartmırsan, xeyr. Amma başqa inkişaf sahələrini başda verə bilməsən, inteqrasiyaya gətirə bilərsən. Aydındır fikrim sizə? Bəli, o aydındır. Bu məşğələ üçündür. Qaldı ki, oyun üçün. Məsələn, sosial emosional mən inteqrasiya kimi verə bilirəm. Oyuna deyirsinizsə, gəzintidə hərəkətli oyundan söhbət gedir ki, mən sırf ora standart olaraq fiziki mədiyyətdən götürüm, yoxsa sosial emosionaldan götürüm. Müəllimə, o baxır sizin məqsədinizə də. Məsələn, mən ora standart verirəm, fiziki inkişafla bağlı. Məsələn, böyük motor bacarığının inkişafıdırsa 1-1-2-ni verməliyəm. Çünki orada hərəkətli oyunda müəllim məqsədim nədir? Məqsədim odur ki, böyük motor bacarığını inkişaf elətdirmək. Biri də var ki, hərəkətli oyun verirəm, oyun zamanı uşaqda sevinç, his və yaxud da ki, oyun zamanında uşaqda birgə fəaliyyət. Biri də var ki, o da mənim məqsədim. Müəllim əgər standartı verdiyi zaman mövzusunu, məqsədini dəqiq qurursa, onu uyğunlaşdıra bilirsə, gələn komissiya və yaxud da ki, ola bilər hər hansı bir
belə deyək də bir tutaq ki, təlimdə də orada izahını verə bilirsə, öz məqsədinin izahını heç bir zaman yanlış sayılmır. Aydındır fikrim. Mənim orada əsas məqsədim nədir? Deməli məqsədə uyğun, misal üçün mən böyük və kiçik motor hərəkətlərin inkişafını yazırımsa fiziki mədəniyyət. Fiziki inkişafdan getməliyim belə. Fiziki inkişafdan getməz. Amma mənim məqsədim odur ki, hərəkətli oyun zamanı uşağın komanda ilə işləmək bacarığını inkişaf etdirir. Yüksək bacarıqlar inkişaf edirsə, mütləq onu mənim məcbur sosial məsələyə götürməliyəm. Ay sağ ol. Aydındır fikrim. Çox sağ ol, təşəkkür edirəm. Siz sağ olun. Buyurun. Başqa müəllimlər sualınız varmı? Axşamınız xeyir müəlliməm. Axşamınız xeyir olsun Kifayət müəllim. Təşəkkür edirəm, vaxtınızı güzərirsiniz, öyrədirsiniz, var olasınız. Siz sağ olun. Müəlliməm, bizdə didaktik prinsiplər var idi, 9 didaktik prinsipimiz var idi. İndi onlar qarışıq prinsiplər kimi gedir. Yəni orada bəzi artımlar var. Bir dənə müəllimənin mən təliminə qoşuldum, ödənişsizlikdə. Yəni orada eşitdim. Yəni orada nə idi o? Pedaqoji prosesin tamlığı idi. Bərabər imkanların yaradılması. Pedaqoji prosesin tamlığı, bərabər imkanların yaradılması, bunun hamısı onun hamısı ümumi olaraq fəndə özünü daha çox göstərir, bu belə. Bunu deyək. Pedaqoji belə deyək, prosesin tamlığı, dəstəkləyici mühitin yaradılması təbiətli müəllim üçün lazımdır, təlim mühitini düzgün şəkildə təşkil etmək üçün. Təlim mühitini necə təşkil etməlidir müəllim? Müəllim bərabərliyi qorumalıdır. Bərabərliyi qorumağınız demək, yeni bir növ uşaq yönümlü prinsipdən, prizmadan yanaşmağınızdır. Bunu ki, mən edirəm. Marağını, meylini, potensialını nəzərə alıram və bunun üzərində edirəm. Biri var ki, dəstəkləyici mühitin qorunması. Dəstəkləyici mühit onsuz da mənə təlim mühitini yaradarkən verilən mühit prinsipləri içərisindədir ki, mən müəllim olaraq maddi texniki bazanı düzgün şəkildə qurmalıyam. İnfrastrukturun sağlam olmalıdır, yəni daşınmaz əmlakım. Ümumi olaraq uşağın pedaqoji cəhətdən sağlamlığı və psixoloji cəhətdən sağlamlığını qorumalıyam. Bununla da yanaşı mən uşağın təhlükəsizliyini təmin etməliyəm. Bu dəstəkləyici mühitin qorunmasıdır. Pedaqoji mühitin də ümumi olaraq pedaqoji prosesin tamlığından da söhbət gedirsə, tamlıq orada odur ki, öyrədirəm, inkişaf edirəm və tərbiyə edirəm. Öyrətməyim odur ki, mən uşağa bilik verirəm, orada inkişaf elətdirməyim, ona bacarıq qazandırmağımdır, daha sonra tərbiyə etməyim, vərdiş formalaşdırmağımdır. Aydındır bu kimi. Yəni bunu biz inkişafın mühitində, yəni inkişaf etdirici mühitdə və yaxud belə adlandırıb təlim mühitində biz öyrəndik. Qaldı ki, o prinsip fəndə özünü göstərir. Bizdə onun parçalanmış hissələri kimi. Siz öyrənirsiniz, əslində prinsipdən yanaşırsınız. Belə deyək, siz məzmunda didaktik prinsipləri, təlim strategiyasının qurulmasında təlimin təşkilinə verilən tələbləri, təlim strategiyasının ümumi olaraq qurulmasında inkişaf etdirici təlim mühitini yaradan zaman orada nəzərə alacağınız ümumi olaraq pedaqoji yanaşmaları öyrənməyiniz, sizin bu prinsiplərin hamısını öyrənməyiniz deməkdir və bu kurikulumda 3 hissədən ibarət olan hissədə onsuz da bizə verilib. Sadəcə bəzi müəllimlər biraz rəng qatmaq və yaxud da ki, yenilik kimi deyirlər ki, yəni məndə yenilik var, elə bir şey yoxdur. Yenilik olduğu zaman Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və yaxud da ki, Təhsil İnstitutunun bütün belə deyək də saytlarında hər kəs xəbər əldə edəcək. Yeniliyi müəllimlər özlərindən edirlər. Bu sizə onsuz da verilib. Sadəcə biraz adını dəyişirlər və yaxud da ki, başqa bir cümlə əlavə edirlər və yenilik kimi sizə təqdim edirlər. Düzgün deyil. Aydınlıq fikrim, onsuz da bilirsiniz onu. Çox sağ olun müəllimə. Didaktik prinsipləri məsələn biz ayrıca bilirik. O təlim strategiyasında tələblər var. Onu da ayrı bilirik. Yəni biraz elə ki, belə qarışıq formaya gələndə lazım deyil. Onsuz da hissəyə bölünüb sizə verilir. Fikirləşirəm ki, şəxsən mən ki, orada görəsəm belə bir sual düşəcək ki, bizim neçə prinsipimiz var. Yox, elə bir şey düşməyəcək. 19 prinsip çıxır orada, 19 prinsip. Biz bilirik 9 didaktik prinsip. Müəllimə, o prinsiplər ki var ya, o ümumi olaraq o prinsip təhsil prinsipləri içərisindədir. O ümumiyyətlə sizə aid olan deyil, o müdirlərə aid olan şeylərdir. O sizə düşməyəcək. O dediyiniz 19 prinsip var, müdirlərin prinsipidir. Aydın? O dəstəkləyici mühiti də ayrıca bilirik. Yəni o gəlir, sonra mühiti var ki,
fiziki, sosial, zaman, hamısı onların içində də etəb hamısı bir-birinə əlaqəlidir, söhbət yox. Amma birbaş buranın o qarşı prinsipi altında bu boyda prinsipi bir yerə toplamaq o adama yüklənir. Yox, müəllimə, o 19 prinsipi əgər deyirsinizsə, o müdirələr üçün olan prinsipdir. Aydındır? Çox sağ olun müəllimə, təşəkkür edirəm ki, ətraflı cavab verdiniz. Siz sağ olun. Aha, başqa müəllimlər, sualınız varmı? Varsa buyurun cavablandırım, sonra gedək sual cavabımıza. Yoxdur sualımız. Ne gözəl. Axşamınız xeyir olar. Olar, buyurun. Mən zəhmət olmasa o üfüqi və şaqili inteqrasiyanı bir daha təkrar edərdiniz də mən onları qarışdırıram. Biri eyni yaş üzrə müxtəlif inkişaf sahələridir. Başqası da yəni onları qarışdırıram da. Zəhmət olmasa onları bir də başa salardınız da bizə az olsa 2-3 kəlmə ilə. Çox sağ olun. Tamam, ekran paylaşıram, görürsünüz. Ekran paylaşıram, müəllimlər, görürsünüz. Müəllimlər. Bəli, görürəm. Aha. Bəli, müəllim. Bəli, müəllimə görsənir. Görürsünüz. Müəllimlər, ekran paylaşılır, görürsünüz. Bəli, müəllimə görsənir. Hə, mən sizi görmürəm, ona görə üzr istəyirəm. Müəllimə görsənir. Ha, hələ. Müəllimlər, sizə belə bir şey deyim ki, qarşınızda gördüyünüz sənəd Azərbaycan Respublikasının Təhsil Nazirliyinin bizə verdiyi yeganə sənəddir və bu bizim üçün rəsmi olan yeganə sənəddir. İstənilən təlimçi nə deyir desin, harda nə öyrənirsiniz, öyrənin və müəllimləri sizə başqa cür nə isə təqdim edə bilər. İnteqrasiya anlayışı burada necə yazılıbsa, o şəkildə də tətbiq edilməlidir. Yəni, ümumi olaraq tərbiyəçi müəllimin inteqrasiya anlayışı burada yazıldığı formada olmalıdır. Məktəbə qədər təhsildə inteqrasiyamız əsas olaraq 2 şəkildə özünü göstərir. Gəlin burada indi baxaq. Deyir ki, inteqrasiya. Məktəbə qədər təhsildə inteqrasiya məktəbə qədər yaşlı uşaqların təfəkküründə dünyanın bütün və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa, özünü inkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur, əlaqə qurmaq, onları sistemləşdirməkdir. Gəlin bu cümlənin açıqlamasını verək. Demək ki, deyir ki, müəllimə, sən tutaq ki, bir məşğələdəsən və sənin məşğələn tutaq ki, idrakin inkişafıdır. Düzdür. İdrakin inkişafında sən verirsən bədii təfəkkür məşğələsi. Bədii təfəkkürdə də 2 və 2 standartından nitqi burada anlayır, rabitəyə danışır da uşaq dinlədiyində aid sual-cavabda iştirak edir. Bununla yanaşı sən nə verirsən? Mən əgər uşağa nitqini inkişaf elətdirirəmsə, burada da əlavə bir məşğələ olaraq sujetli rollu oyun verirəm. Bunu da 3-1-9 standartı ilə həyata keçirirəm. Burada müəllim olaraq məqsədim nədən ibarətdir? Müəllim olaraq məqsədim ondan ibarətdir ki, mən bunu verərkən uşağa hər bir inkişafın başqa bir inkişafla əlaqəli olduğunu öyrədirəm. Və təlim vəzifələri o zaman daha səmərəli olur ki, tərbiyəçi müəllim təlim-tərbiyə prosesinin təşkilində inteqrativ yanaşmadan istifadə etsin. Amma bu istifadə məqsəd yönlü olmalıdır. Məqsəd yönlü olmaq bilirsiniz nə deməkdir? Yəni, bir tərbiyəçi müəllim inteqrasiya verdiyi zaman o ki, əvvəldə yazırıq standart, o standartdan mövzudan məqsəd çıxardırsınız, müəllimlər. Bax, inteqrasiyalarınızın heç biri o standartın qarşısına keçməli deyil. Yəni, mənim əsas məqsədim bugün bədii təfəkkürdə uşağın nitqini inkişaf elətdirməkdir. Amma bununla yanaşı əlavə fəaliyyət verərək mən məşğələmi rəngarəng edirəm və bununla yanaşı uşağı daha ətraflı şəkildə öyrədirəm. Və burada ümumi olaraq elə bir
biz belə deyək də inteqrasiya verməliyik ki, fiziki inkişafını stimullaşdırmaqla yanaşı, onu başqa məsələn tutaq ki, prosesləri də inkişaf elətdirir. İndi burada bax tutaq ki, belə bir şey deyək. Bir hərəkətli və idman oyunları zamanı təhlükəsiz davranış vərdişlərini formalaşdırıram. Məsələn, avadanlıqlarla necə belə deyək, hərəkət edir, onu öyrədirəm bu şəkildə. Burada bax belə bir cümlə yazılıb. Deyir ki, şagird inteqrasiyada yaş qrupları və inkişaf sahəsi arasında əlaqə, ardıcıllıq və sistemlik var. İndi buna baxaq. Şagird inteqrasiya yaş qruplarında inkişaf sahələri arasında əlaqə, ardıcıllıq var. Yəni burada nə deyir? Deyir ki, müəllimə şagirdi şəkildə, düz şəkildə get. Neyinə? Sən əgər inteqrasiya verirsənsə, məsələn, 2 nöqtə, tutaq ki, 1-in, bir də 3-ü müşahidə etdiklərini fərqləndirini verirsən. Bununla yanaşı o uşağın müşahidə etdiyinə aid bir dənə nitqində nəysə formalaşdır. Neylədim mən? Mən yenə 2 ilə verdim, amma burada nitqi formalaşdırdım. Bununla yanaşı o müşahidə etdiyinə aid bir dənə gətir uşaqda bir riyazi fəaliyyət həyata keçir. Burada da 2 nöqtə, 3 nöqtə 1 həyata keçirdim. Bu nədir? Bu şagird düz inteqrasiyadır. Və bu şagird inteqrasiya yaş qrupları və inkişaf sahəsinin, belə deyək də, daxilində baş verir. İnkişaf sahəsinin daxili bilirsiniz nədir? Yəni, eyni inkişafın daxilindədir. Baxın, bunun üçü də nədir? İdrakin inkişafı ilə bağlıdır. İnkişaf sahəsinin daxilində sistemlik yaradır. Üfüqi inteqrasiya isə hər yaş dövrü üzrə müxtəlif inkişaf sahəsinin, belə deyək də, sahələr arasındadır. Müxtəlif inkişaf sahələri. Burada da müxtəliflik yan-yana gedir. Məsələn, deyir ki, müəllimə, sən nitqi inkişaf elətdirirsən, elə uşaqda elətdir 2 nöqtə, tutaq ki, 2-ni bədii təfəkkürdə inkişaf elətdir. Sən bununla yanaşı ona rol ver, 3 nöqtə, 1 nöqtə, 9-u rol ver. Sən bununla yanaşı uşaqda sosial bacarıq inkişaf elətdir. Məsələn, nağıldakı bir problemi necə həll edək? 4 nöqtə, tutaq ki, 2 nöqtə 3 standartı ilə də bunu ver. Bu nədir? Bu da üfüqi şəkildədir, yəni yan-yana gəlir. Sən idrakla yanaşı həm onda estetikliyi, həm də onda sosiallığı inteqrasiya etdin. Yəni, əlaqələndirdin. Bu demək. Şagird inteqrasiya yadınızda qalsın, müəllimlər. Belə düşəcək sizə. Sahənin daxili şagird inteqrasiyadır. Yəni, idrakın bütün aspektləri, idrakın həm ətraf aləmi, idrakın həm nitqi, idrakın həm belə deyək, riyazi bacarıqları və yaxud da ki, sosial-emosionalın bütün aspektləri, həm ünsiyyəti, həm uşağın sosial bacarığı, həm uşağın dözüm, tolerantlıq göstərməsi. Aydındır fikrim. Üfüqi inteqrasiyada isə inkişaf sahəsinin arasında inteqrasiya edəsən. Bu inkişaf sahəsi ilə o inkişaf sahəsini. Məsələn, mən bu günlərim uşaqlara hərəkətli fiziki mədəniyyət məşğələsində hərəkətlərini inkişaf elətdirirəm, böyük motor bacarığını məsələn. Bununla yanaşı uşaqların birgə fəaliyyətini də təmin edirəm, gətirirəm, sosialdan əlaqələndirirəm. Aydındır fikrim müəllimə? Müəllimə, buradasınız? Bəli, buradayım mən. Aydındır müəllimə. Bax, nəyə başa düşmürsünüz? Onu deyim, bir də izah edeyim. Bunları bildim müəllimə. Bax, indi şagird inteqrasiya var. Şagird inteqrasiya eyni qrupda, tutaq ki, eyni yaşda gedir bu proses, yoxsa sadədən mürəkkəbə? Necə yəni? Sadədən mürəkkəbə dedikdə əslində müəllimə yaş qrupları arası sözünü deyirik. Yəni şagird inteqrasiyada belə bir misal var ki, şagird inteqrasiya özündən aşağıki yaş qrupuna müraciət etməkdir. Bu fən üçün keçərlidir. Bizdə adətən belə deyil. Orada necə? Məsələn, tutaq ki, şagird inteqrasiyadan sizə fən üçün bir misal verim. Müəllim bugün Azərbaycan dili müəllimidir. Uşağa ismi keçir. Gələn dəfə ismin halını, sonra məsələn, digərki dövrdə substantivləşmə falan belə bir şeylər keçir. Uşağa xatırladır. Bir uşaq var. İsmin 6 halı var. Biz sizinlə keçən ismi keçmişdik. İsim nəyə deyilirdi? Bax, bu olacaq şagird inteqrasiya. Əlaqələndirir, sistemliyi, ardıcıllığı özündə gətirir. Əslində bu fəndə özünü bu şəkildə göstərir. Amma bu günlərində siz belə eləyirsiniz. Məsələn, şagird inteqrasiyada müəllim olaraq. Deyirsiniz, uşaqlar, biz bugün sizlə
5 dairəsində hesabı öyrənəcəyik. Xatırlayırsınız, keçən il biz sizlə 3 və 4 dairəsində hesabı öyrənirik. Əslində bu şəkildə, məsələn, amma bunu da çox istifadə etmirsiniz. Sadəcə şagird inteqrasiya deyildiyi zaman məktəbə qədər dövrdə inkişaf sahəsinin daxilində baş verən inteqrasiya, yəni bir inkişaf sahəsini əlaqələndirirsən o birisi əsas standartlarla. Bir əsas standart, bir belə deyək də standartlar. Aydındır fikrim müəllimə? Yəni bir dəqiqə. Yəni ki, şagird inteqrasiya tutaq ki, mən orta qrupdayamsa, şagirdini ancaq kiçik qrupa elə bir şey etmirsiniz. Misal müəllimə, onu üfüqdə böyükdən geriyə də, yəni üfüqdə eyni yaş qrupudur. Məktəb böyük, orta, o bütün hamısını. Üfüqdə eyni yaş qrupudur. Bir də sizə belə bir şey deyim ki, biz hazırda şagird inteqrasiyaya o prizmadan baxmırıq ki, biz orada yaş qruplarını nəzərə alırıq, özündən aşağı və yaxud da özündən yuxarı. Bunu nəzərə almırıq. Sadəcə şagird inteqrasiya bilin ki, inkişaf sahəsinin daxilində baş verən inteqrasiyadır. Bir inkişaf sahəsi var orada. Müxtəlif inkişaf sahəsi yoxdur. Bir inkişaf sahəsinin 3 əsas standartı varsa, 3-ünü də qata bilərsən ora. Amma əlavə heç nəyə keçə bilməzsən. Amma üfüqi inteqrasiya inkişaf sahəsinin arasındadır. Yəni müxtəlif inkişaf sahələridir. Eyni deyil. Aydındır fikrim? Bildim ben, bildim. Çox sağ olun, əziyyət Biz sağ olun. Bir sual verə bilərəm sizə. Bəli, buyurun müəllim. Müəllimə, uşaq yönümlü yanaşmada məsələn verbalı bilirəm ki, sözləndir. Məsəl üçün çox sağ ol, qeyri-verbal mimika, jestdir. Bəs gizli təlimat, avans vermə, bir də fərdi müstəsnalıq var. Mən onları necə ayırım bir-birindən? Müəllimə, əslində o bizə ümumi olaraq tam şəkildə o formada da düşmür, amma siz onları bir-birindən ayırmaq istəyirsinizsə, məsələn, onu bizə izah edin. Məsələn, tutaq ki, uşaq yönümlü yanaşmada mən uşağa verbal olaraq deyirəm ki, məsələn, afərin, nə gözəl çəkdin, afərin sənə. Bu verbaldır, sözlü şəkildə uşağı stimullaşdırıram. Biri də var ki, qeyri-verbal şəkildə deyirəm ki, məsələn, belə deyək də, toxunuram və yaxud da ki, uşağa belə deyək ki, gözlə qaçılan yaxşı hər hansı bir fəaliyyətini qiymətləndirirəm. Bu da stimullaşdırır uşağı. Gizli məlumat verəndə, məsələn, deyirəm ki, sən axı nədən başlayacağını xatırlayırsan, qorxma, sən düzgün edirsən. Gizli bir təlimat verirəm. O da başlayır bir növ xatırlamağa. Avans vermədə də mən əgər afərin sözünü əvvələ qoyuramsa, bu avans vermədir. Bir də belə bir şey deyim ki, müəllimlər, afərinin ardı olmalıdır həmişə. Afərin yalnız afərin şəklində qalırsa, düzgün sayılmır. Amma afərini mən deyirəm, sonra da deyirəm ki, afərin səndə alınacaq. Mən əminəm ki, sən bunu bacaracaqsan. Mən bilirəm sən bunu bacaracaqsan. Burada mən avans verməyəm. Fərdi müstəsnalıqda əslində bir növ düzgün rəy sayılmır. Məsələn, mən düzgün stimullaşdırmaram. Fərdi müstəsnalıqda mən bir növ uşaqda ego yönümlülük yaradıram. Mən deyirəm ki, məsələn, bu yalnız səndə alına bilər. Bu yalnız səndə alınacaq. Bunu yalnız sən bacaracaqsan. Bu bir növ ego yönümlülük yaradır. Motivasiyanı gücləndirsə də biz fərdi müstəsnalığın daha sonra motivasiyanı aşağı saldığının da şahidi oluruq. Aydındır müəllimə fikrim? Mənim səsiniz arada tutuldu deyə o motivasiyanın güclənməsi var idi. Onu bir də təkrar edin. Motivasiyanın güclənməsi dedikdə, məsələn, tutaq ki, belə bir şey deyim. Motivasiyanın güclənməsinə əgər bu proses kimi deyirsinizsə, məsələn, deyirsiniz ki, bu hissə əla alınıb. Məsələn, elə belə etmək lazımdır. Sən bunu çox gözəl etdin. Elə belə etmək lazımdır. Bu hissəni əla alındırmısan. Bu da motivasiyanı gücləndirir. Aydındır? Fərdi müstəsnalıqda onu deyirdim ki, fərdi müstəsnalıq verdiyimiz zaman motivasiyanı gücləndiririk, yəni uşağı stimullaşdırırıq, o mənada deyirdim. Amma daha sonra biz onun aşağı səviyyəyə düşdüyünün şahid oluruq. Çünki fərdi müstəsnalıq bir növ uşağı digərlərindən ayırmaq kimi bir şeydir. Çox da konstruktiv sayılmır. Aydındır müəllimə fikrim? Bəli, çox sağ olun müəllimə, təşəkkür edirəm. Siz sağ olun. Buyurun. Müəllimlər, aydındır bu sizə ümumi olaraq, belə deyim də, inteqrasiya, şagird və üfüqi. Sualınız varmı? Bəli, o mənim üçün sual verə bilərəm. Bəli, buyurun. Müəllimə, zəhmət olmasa bu uşaqların fəaliyyət növləri, o haqqında danışa bilərsinizmi? Orada çox çətinlik çəkirəm, orada idrak fəallığı, onları qarışdırıram. Deyirəm, bəlkə sizin danışınızdan da tam aydın, bəlkə yadımda qalar.
Fəaliyyət növlərini deyirsiniz, Zəhmət müəllimə yaşlara uyğun Aha, şəkildə. bəli. Əslində müəllimə mən Bəli, onu o çox- proqramıma salmıram, heç müəllimlərə toxunmuram, açığını deyim. Çünki bilirsiniz niyə orasını da deyim sizə. Çünki fəaliyyət növləri yaş prosesinə uyğun olan bir məsələdir. Yəni yaşlar üzrə fəaliyyətin qruplaşması falan. O da uşaqlarda artıq yaş özünüz bilirsiniz ki, əvvəlki dövrləri əhatə etmir. O fəaliyyətin növləri də bir növ yaşı belə deyək, hazırki yaşı dəstəkləmədiyi üçün biz onu əslində görmürük. Nə imtahanlarda, nə sertifikasiyada, başqa bir şeydə. Sadəcə olaraq müəllimin fəaliyyət növləri niyə lazımdır? Müəllimin fəaliyyət göstərdiyi zaman hər hansı bir məlumatı oradan alması üçündür. Yəni bu test mərhələsində gözlənilən bir mövzu deyil. Aydındır fikrim sizə müəllimə. İstəsəniz izah verərəm, amma ümumi olaraq mən müəllimlərimə demirəm. Yəni istəyirsinizsə izahını verərəm. Narahat olmayın. Deyirlər müəllimə heç bu fəaliyyət düşməyəcək Yox, deyir. fəaliyyət müəllimə. Yəni mən özüm 3 ildir peşəkar şəkildə məşğulam. Bu təlimçiliklə ümumi olaraq fəaliyyət heç bir zaman düşməyib. Yəni məndəki heç proqramımda yoxdur, keçmirəm müəllimlərə. Çünki fəaliyyət yaşla əlaqəlidir və deyirəm, oradakı fəaliyyət hazırki yaş dövrünü dəstəkləmir. Alt standart necə müəllimə? Alt standart. Necə? Alt standartı öyrənməliyik. Alt standartı öyrənməliyik, yox, mahiyyətini anlamalısınız. Gəlin deyim sizə necə mahiyyətini. Yəni alt standart sizin üçün lazımdır, çünki sizə o 20 bal gətirəcək. Bax, məsələn, mahiyyətini də dediyim şey nədir, müəllimlər? Tutaq ki, mən bir müəllim olaraq bilməliyəm ki, hər yaş qrupunda getdikcə mürəkkəbləşmə necə baş verir. Tutaq ki, bax belə deyim də, məsələn, uşaq birinci canlı varlıqları adlandırır, sonra cansızları burada. Sonra canlı və cansız varlıqlar onun gözündə böyüyür və orada o fərqlənmə baş verir. Adlandırırsa, bilin ki, ikinci körpələr qrupunun adətən açar sözdür. Fərqləndirirsə, orta qrupundur. Nəticə çıxartmaq, tədqiq etmək adətən böyük qrupunda, ümumi olaraq bacarıq nümayiş etdirmək hər zaman məktəb hazırlıq qrupunda özünü göstərir. Çünki uşaq artıq belə deyək də məktəbə qədər dövr ərzində hər bir şeyi mənimsəyib bacarıqlı tətbiq etməsi məktəbə hazırlıq qrupunda özünü göstərir. Yəni alt standartı əzbərləmək deyilən bir şey yoxdur. Bunu əzbər heç kəs bilə bilməz. Sadəcə mahiyyətini anlamağa çalışsanız anlaya bilərsiniz. Baxın, burada da müşahidə etdiyini adlandırır, burada fərqləndirir. Görürsüz, musiqi alətini birində adlandıracaq, birində fərqləndirəcək. Rəqs çalarlarını birində adlandıracaq, birində fərqləndirəcək. Həyatında təhlükə yarada biləcək əşyaları adlandırır, birində digərində fərqləndirir. Bunun hamısı, məsələn, qruplar üzrə siz açar sözləri bilməlisiniz. Aydındır fikrim, yəni əzbərləmək deyilən bir anlayış yoxdur. Amma sizə bir şey deyim ki, bu ümumi olaraq kurikulum ki var 54 səhifə, o sizə 25-20 bal gətirəcək ümumilikdə. Hardasa bəlkə də 30-a yaxın. Çünki orada dəyərləndirmə falan. Aydındır müəllimə fikrim. Salam müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun Asiyə. Necəsiz müəllim? Yaxşı olasınız. Siz necəsiniz? Şükür, Allah köməyiniz olsun. Müəllimə, bu şeydir, bal sistemi yenidən yaranıb. Əvvəl biz imtahan verəndə balla deyildi axı mən bilən. Necə yəni? Ya balla idi? Yəni 20 bal deyirsiniz. Yox, bal Hə, sistemi. müsahibədə olur. Müsahibədə müəllimə bal olacaq, yoxsa belə yəni keçib Yox, müsahibədə yalnız sizə mesaj, hazırki proses belədir. O dövrü bilmirəm. Sertifikasiya üçün nə nəzərdə tutulur bilmirəm. Sadəcə məqbul sayılırsınız və yaxud da qeyri-məqbulsunuz, uğurlusunuz, uğursuzsunuz. Bu şəkildə mesajlar gəlir və yaxud da ki, zənglər. Əslində orada bal sistemi var. Məsələn, kommunikasiya sizə 5 bal gətirir. Məsələn, bir belə deyək də bölgədə bir necə deyək, komissiya üzvü 15 bal verdiyi təqdirdə digər bölgədə 15 bal ən maksimum bal sayılır. Digər bölgədə məsələn 5 bal maksimumdur. O öz aralarında bal verilir. Amma sizə uğurlu, uğursuz nəticələr kimi geri dönüş olunur. Bal sayılmır. Amma deyirəm müəllimə. Bəli, buyurun. Sertifikasiyanın müsahibəsi görəsən çətin olacaq, yoxsa? Müsahibənizdən yəni belə bir şey deyim ki, mən inanmıram ki, əgər bir müəllim öz işi üzərində mübarizə aparırsa, bal toplayıbsa və sertifikasiyada müsahibəyə dəvət alacaqsa, orada onun uğursuz şəkildə nəticələnəcəyinə inanmıram. Çünki müəllim həm təcrübəli müəllim, həm də test mərhələsində uğur qazanmış müəllimdir. Öz iş yeri üzərində mübarizə aparır deyə onu inanmıram ki, kəsələr. Yəni bu ədalətsizlik olar. Məndə elə bir şey rast gəlmir ki, müəllim balını toplayır və bilikli müəllimdir. Bacarığını da nümayiş etdirməyə qadir də ola bilər ki, orada həyəcanlı belə deyək, idarə etmə problemi yaşayır. Yəni bunu nəzərə alırlar.
Bunu deyim ki, qorxmayın. Amma bir şey də deyim ki, ünsiyyət həmişə belə deyək də, müəllimi necə deyək, vəziyyətdən çıxardan bir prosesdir. Ünsiyyətə hər zaman üstünlük verin. Kommunikasiya sizə 5 bal gətirir. Bu hər yerdə belədir. Əgər ünsiyyəti düzgün qura bilirsinizsə, gerisi özü gələcək. Aydındır? Bildim Aha. müəllimə, bildim. Müəllimə, ödənişli qrup açacaqsınız inşallah. Yanvar qrupuna qeydiyyat başlayıb müəllim. Yanvar, Bəli. yanvardan önce başlayırsınız onda. Bəli. Müəllimə, qeyri-ixtisaslara şans veriləcək. Onlara bal qoyublar ki, bu qədər bal toplamazsınız. Müəllimə, onu bilmirəm. Yəni mən qeyri-ixtisasları işdən çıxardacaqlar, ikinci bir şans olmayacaq. Bu haqqında heç bir yerdən bir məlumat rəsmi şəkildə öyrənməmişəm. Sizə də yanlış məlumat verərəm. Elə bir şey yoxdur. Yəni kim də deyirsə də inanmayın müəllimlər. Yəni necə deyim, ortalıqda Deyilənə görə kim deyir? şans verilməyəcək. Kim deyir? Bir də Təhsil belə naziri deyir. təlimçilər arasında Hansı deyirlər, təlimçi yox. verir? O təlimçiyə o məlumatı kim verib? Kim isə belə deyək, xəyal qırıqlığına uğradır, kim isə həyəcana salır, kim isə stressə salır o təlimçi. Belə müəllimlər rəsmi olmayan heç bir məlumata inanmayın. Elə bir şey yox. Bir də 40 günü keçməlidirlər deyir. 30-u yox, 42 günü keçməlidirlər. Müəllimlər, belə bir şey deyim ki, MIG formatı yalnız MIG üçün, yəni bağça işə qəbul üçün hər zaman yüksək olur. Ona görə ki, yer az, kadr çoxdur. Ona görə 35, sonra da 40 oldu. Bu sertifikasiya üçün keçərlidir. Sertifikasiyanın balı hələ ki 30 bal civarında düşünülür. Amma belə deyək də, rəsmi şəkildə bir açıqlama hələ ki verilmir. Biz bilmirik. Hələ ki 30. Aynur müəllimə, Bəli, buyurun. şans veriləcək, yəni bu işləyən Bilmirəm, müəllimə, müəllimələrə. bilmirəm. Mənim heç bir şeydən məlumatım yoxdur. Mən yalan danışa bilmərəm. Yəni rəsmi bir açıqlama da yoxdur. Rəsmi bir şey olsa məlumat verərəm. Aydındır müəllimə? Yəni belə bir şey yoxdur. Yəni şans verilməməkdə məncə ədalətli qərar olmaz. Ədalətsizlik olar. Düzdür. Çünki məktəb müəllimlərinə verilib, yəni bağçaya verilməsə sizdən Qeyri-ixtisasların bağçada işləməsi, özüm bir ixtisas müəllimiyəm. Qeyri-ixtisaslara qarşı heç bir aqressiyam yoxdur. Qeyri-ixtisasların hazırda bağçada işləməsinin günahkarı qeyri-ixtisas müəllimləri deyil, onun günahkarları başqa şəxslərdir. Yəni biz onlarda günah axtarmalı deyilik. İxtisas müəllimi tanıyıram ki, ixtisas müəllimindən çox yaxşı, bacarıqlı, qabiliyyətli, bilikli müəllimdir. Qeyri-ixtisas müəllimi tanıyıram ki, bağçanı digər bağça ixtisasına sahibəm deyən müəllimdən qat-qat yaxşı proqramını bilir. Uşağa qayğısı, sevgisi ondan yaxşıdır. Yəni qeyri-ixtisasın hazırda orada işləməsinin günahkarı o müəllim deyil və onun da əmək belə deyək də müqaviləsi ilə işə qəbul olub və bu qanuni normativ sənədlərə əsasən qəbul olubsa, o şəkildə də işdən belə deyək də azad edilə bilər. O bizim ixtiyarımızda, səlahiyyətimizdə olan bir proses deyil. Aydındır müəllim? Yəni buna qərar verəsi insan biz müəllimlər, biz təlimçilər deyilik ki, bu qeyri-ixtisas məsələsini bu qədər qabardırıq. Başqa? Buradasınız müəllimlər? Yəni burada hamı öz işçi uğrunda mübarizə aparır. Ya qeyri-ixtisas, ya ixtisas nə fərqi var ki? Düzdür müəllim. Razıyam sizə. Aha, başqa müəllimlər sualınız varmı? Sualınız yoxdursa keçək, mən suallar verim sizə. Olar? Yaxşı müəllimə, əla olar. Nə, Asil müəllimə, bəlkə sizdən başlayaq. Başlayaq Asil müəllimə. müəllimə, baxın, bir şey deyim. Biz bilirik ki, kurikulum 3 hissədən ibarətdir. Gəlin bu 3 hissəyə də baxaq bir yerdə. İndi bu 3 hissədə mən sizdən bəzi məqamlar istəyəcəm ki, onu siz bizə danışacaqsınız. Müəllimlər üçün də açıqlaması olacaq. Bir tərbiyəçi müəllim, bu kurikulum sözü müəllimlər proqramı, başqa heç bir şey deyil. Bu proqramdır. Proqramımız da 3 hissədən ibarətdir. Birinci olaraq məzmunu əhatə edir. Məzmun da dediyimiz şey inkişaf sahəsidir, fəaliyyət növləri üzrə uşaqların inkişafıdır ki, bu lazım deyil, həqiqətən sizə lazım deyil. Amma məsələn, işləyən müəllim üçün lazımdır ki, uşaqlara hansı fəaliyyəti uşaqlarda inkişaf elətdirəcək, bunu bilməlidir. Məktəbə qədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsipləriniz var. Bu məzmunda özünü göstərir. Məsələn, ümumi təlim nəticələri falan. Bir də var strategiya və strategiyanızın içərisində təlim mühiti də özünü göstərir. İnkişaf etdirici təlim mühiti. Bax, o təlim mühitinin funksiyaları var. Asil müəllimə, mən onu istəyirəm sizdən. İnkişaf etdirici təlim mühitinin
İnkişaf etdirici təlim mühitidirsə, demək orada maddi texniki O bazadır. komponentdir. Hə, yaxşı, onu deyin, komponent. Komponentdir. Mhm. Hə. Maddi texniki baza, sonra sosial neydi ay Allah? Maddi texniki bazı idi. Sağlam sosioloji mühit idi. Bir də ki, əməkdaşlıq idi də, üç tərəfli valideyn, müəllim, uşaq münasibəti. Mən bilən olardı. Sosial mühit. Əməkdaşlıq. Zaman mühitsə, bir də ki, Yaxşı, zaman mühit qarışdırdı. olmalıdır orada. Yox, əgər Qarışdırdım. komponent deyirəmsə, inkişaf etdirici təlim mühitinin komponenti fiziki mühit, zaman və sosial mühit. Sosial, hə, zaman sosial. Biri də var ki, mən deyirəm ki, inkişaf etdirici təlim mühitində funksiyalar var. Təlim mühitimiz var. O təlim mühitimizin funksiyaları var. Hansı funksiyaları var təlim mühitinin? Onları müəllimə bilmədim ki. Funksiyalar. Kim deyə bilər müəllim? Bəlkə bir damcı ucundan desiniz, ardın gətirərəm. Məsələn, tərbiyəvi funksiya var, inkişaf funksiyası var. Hə, tərbiyəvi funksiya, inkişaf etdirici funksiya, onlar deyirsiniz. Bəli. Tərbiyəvi, inkişaf etdirici, öyrədici, səhv etmirəmsə. Onlar deməkmi? Öyrədici funksiyamız yox. İnkişaf Emosional, tərbiyəvi, emosional, sosial. elə bir funksiyamız yox. Birinci funksiyamız var. Buyurun. Burada demek ki inkişaf edici təhsil mühitin funksiyaları var. Bu fəallığın stimullaşdırılmasıdır, informasiyadır, psixoloji sağlamlığın qorunması, təşkilati funksiya, tərbiyəvi, bir də inkişaf funksiyasıdır. Düzdür. 6 funksiyası var. Doğrudur. Müəllimə, psixoloji sağlamlığın qorunması funksiyası dediyimiz zaman nə başa düşürsünüz? Burada demək material avadanlığın onların yerləşdirilməsidir, otaqların tərtibatıdır. Orada da həm kollektiv var, azad sahə, həm də fərdi var, təklik görüşəsi. Ay sizə. Uşaqlar üçün əlverişli, yəni şərait yaratmaq üçündür. Psixoloji sağlamlığın qorunması funksiyası məktəbə qədər dövrdə uşağın hansı fəaliyyətini əks etdirir desə, daha çox müəllimlər sərbəst oyunlara üstünlük verirsiniz. Sərbəst oyunlar psixoloji sağlamlığın qorunması üzərindədir. Çünki bir müəllim olaraq siz orada uşaqların ümumi olaraq materialdır, avadanlıqdır, onun məzmunudur. Bunun hamısının yerləşdirilməsi, tərtibatı uşağın emosiyasına uyğun şəkildə qurulmalıdır. Və burada siz azad bir sahə yaradırsınız ki, bütün uşaqlar burada kollektiv şəkildə oynaya bilər və yaxud da ki, bir təklik görüşəsi yaradırsınız. Burada da uşaqlar ümumi olaraq istədikləri zaman oynaya bilirlər. Bu psixoloji ümumi olaraq sağlamlığın qorunmasıdır. Biri də var ki, müəllimə, informasiya funksiyası. Bu nə demək müəllimə? Burada da elə bil ki, hər bir əşya deyir informasiya ötürücüsüdür. Yəni uşaqlar əşyaların elementlərini, yəni necə xüsusiyyətlərini öyrənirlər. Hər əşya bir uşağa bir təcrübədir, deyək ki. İnformasiyadır, məlumat ötürür. İnformasiyadır, bəli, məlumatlar daşıyır. Uşaqlar elə bir ətraf aləmi onun vasitəsilə uşaqlarla necə bəli, dərk edirlər. Mən uşağa oyuncaq verdiyim zaman o oyuncağı düşünülmüş şəkildə verməliyəm ki, uşaq o oyuncaqdan bir informasiya qəbul etsin, onun funksiyasını, vəzifəsini öyrənsin və uşaq orada məlumatlansın. Düzdür. Tərbiyəvi funksiyanın əhəmiyyəti nədir? Burada demək əməkdaşlıqdır, münasibət qurmaq, ya da necə deyim, müsbət münasibətlər qurmaq, qayğıkeş münasibətlər qurmaq. Ay sağ ol. Yəni tərbiyəvi funksiya odur ki, ünsiyyətə girməyə bacarmaq, əməkdaşlıq etmək. Mən qayğıkeş bir uşaq böyüdürəmsə, mən ümumi olaraq belə deyək ki, davranışını idarə edə bilən bir uşaq böyüdürəmsə, demək ki, tərbiyəvi funksiyanı mən həyata keçirmişəm. Düzdürmü? Bəli, biz uşaqlara öyrədirik də necə davranmaq, dostla necə davranmaq, müəllimələrlə, ana ilə, ata ilə. Yəni bir növ onlara məhəbbət aşılayırıq da. Düzdür, əməkdaşlıq əlaqələrini öyrədirik. Əməkdaşlıq əlaqələrini öyrədirik. Münasibətləri necə qurmaq olar müsbət şəkildə. Bunlar. Doğrudur müəllim. Yaxşı müəllimə. Onda təşkilati funksiyamız haqqında nə deyə bilərsiniz? Bu təşkilati funksiya burada uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları, istəkləri nəzərə alınır. Harda? Harda? Yaxın inkişaf sonrasında. Bir tərbiyəçi müəllimin yaxın inkişaf sonrasında uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları
istekləri nəzərə alınır. Sonra da uşağa müxtəlif belə bir fəaliyyət növlərində iştirak etmək üçün hər cür material yəni olur. Təklif edə bilər. Təklif olunur da, təklif edirik, bəli. Və onların yəni uşaqların ehtiyaclarını, maraqlarını nəzərə almalıyıq. Düzdür. Bir də bu ümumi olaraq özünü göstərir təşkilati funksiyada yaxın inkişaf sonrasında, yəni öyrətdiyim zaman, dövr, vaxt ərzində mən ümumi olaraq onun maraq və ehtiyacına uyğun olaraq təlimi təşkil etməliyim. Bir də gəlir uşağın inkişafı. Bu orada özünü necə göstərir? Burada yəni sadədən mürəkkəbə doğru da gedən bir inkişafdır. Burada əsas məqsədim nədir? Aktual zona deyilən bir şey var. Aktual zona yəni uşaq çatır. Çatır aktual zonaya. İnkişaf funksiyasının əsas məqsədi budur ki, müəllimlər. Yaxın inkişaf zonamı təşkilati zonada qurdum, düzdürmü? Təşkilati zonada qurmuşam, yaxın inkişaf zonasını, yəni uşağın maraq ehtiyacına uyğun şəkildə etmişəm. İnkişaf funksiyası da mənə göstərir ki, müəllimə, əgər uşaq aktual zonada özünü sərbəst şəkildə göstərə bilirsə, sənsiz bir fəaliyyət göstərirsə, demək ki, sən təşkilati funksiyasını doğru qurmusan, yaxın inkişaf zonası uşaqda düzgün şəkildə qurulub da artıq aktual zonada o fəaliyyət. Aydındır? Düzdür. Təşəkkür edirəm məsələn. Aydındır müəllimlər? Funksiyalar sizə. Bəli, müəllimə, aydındır. Yəni bazı deyirlər ki, məsələn, harada evdə uşaq bir vazanı tutub sındırırsa, yəni ona ufuldamaq olmaz, lazım deyil. Çünki o sındırırsa da o moment o nəyisə öyrənir. Yəni onu qorxutmaq, onu incitmək lazım. Vay, niyə sındı, niyə belə oldu? Uşaq o halda belə öyrənir, araşdırır. Yəni məktəbə qədər uşaqlardan gedir söhbət. O halda belə o öyrənir, amma bizim əsas məqsədimiz o vazanın orada olmamasıdır. Niyə? İndi evdə olur ki, uşaqları da evdə başqa evdə görürsünüz ki, bugün maşını alırıq, talımsa uşaq görür ki, sındırıb, qapısını açıb, orasını açıb, burasını açıb, məsələn, təkərlərini çıxardıb, təzini taxmaq istəyir. Bu vazanın tam sınmağı da, neysə bir sınmağını da götürür, baxır, bir də görürsünüz, salır, əlindən sındırır. O halda belə deyir, uşağa qışqırmaq olmaz, qorxutmaq olmaz. Yəni o moment belə nəyəsə öyrənir, uşaq öyrənməyə çalışır. O ümumi olaraq kəşf etmə dövründür. O əşyanın ümumi olaraq anlamağa çalışır ki, nə işə yarayır. O başqa bir məsələ. Amma yadınızda qalsın, əgər ümumi funksiyalardan danışırıqsa, inkişaf mühitindən danışırıqsa, müəllim inkişaf etdirici mühitdə dəstəkləyici mühiti də qorumalıdır. Yəni, təhlükəsizlik təmin olunmalıdır. Və bu sizin proaktiv müəllim olmağınızdan xəbər verir. Proaktiv müəllim odur ki, əvvəlcədən planlı proqramlıdır. Diagnostik bir göstəricisi, yəni situasiyanı əvvəlcədən bilir. Məsələn, o vaz oradan aça bilər. Onu ora qoymur. Aydındır fikrim müəllimə. Uşaq qırsın yenə də, oyuncağı qıra bilər. O bizim üçün problemdir. Çünki kəşf edir. Təşəkkür edirəm Mətəl müəllim. Asiyə müəllim. Davam edək. Siz mənə deyirsiniz inklüziv təhsildə tibbi və sosial model. Bəli, 2 modeli var, tibbi və sosial. Tibbi model o deməkdir ki, yəni biraz avtoritar yanaşma gedir də bura tibbi modeldə. Uşaqlara, məsələn, qüsurlu uşaqlara ancaq qüsurlu tərəfindən yanaşırlar da. Məsələn, ancaq onların necə deyim, səhhəti ilə bağlı həkimdə müalicə almaqları belə daha çox yanaşmadır. Amma sosial modeldə o deməkdir deyil ki, yəni uşaq tutaq ki, əlildir və yaxud hansısa bir qüsuru var, sırf onun yəni ki, o xəstəliyinə yönəlməməliyik biz. Daha çox ondan o vəziyyətdə o uşağı necə deyim, necə idarə etməyi bacarmalıyıq. Məsələn, tutaq ki, uşaqdır, ayaqları işləmirsə, biz onu deməməliyik ki, ancaq bu müalicə alınsın və yaxud evdə otursun. Yəni, bu yanaşma tamamilə səhvdir də. Buna hansısa bir fəaliyyətlərə yönəldə bilərik, cəmiyyətə adaptasiya eləyə bilərik. O vəziyyətdəki halı ilə, necə deyim, özün öz bir yerindən əlavə, yəni ki, özün idarə etməyi bacarmalıdır da, belə deyim mən. Tam bəlkə fikrimi çatdıra bilmədim, amma ki, sosial model yəni ki, daha müasir tipli modeldir, daha uşaq yönümlüdür, daha yaxşıdır. Amma tibbi model yaxşı deyil, ancaq uşağın xəstəliyinə belə deyək də odaqlanırıq. Doğrudur. Aydındır. Ayşə müəllim, düzgün fikrinizi ifadə edirsiniz, narahat olmayın. Yaxşı müəllim, təlimin təşkilinə verilən tələblər var. Orada biz idrak fəallığından danışırıq, idraki fəallıq. Bir də var əyalet.
Bax, orada idrak fəallığı və əyaniliklə bağlı. Səsim kəsildi, müəllimlər yazmısınız, səs kəsildi. Gəlir, Eşidirsiniz gəlir. məni? Aha. İdrak fəallığının əyaniliyin mənə fərqini izah edə bilərsinizmi? Çünki material sözü hər ikisində var. Çünki Aha, başa düşdüm müəllim. Buyurun. Bildim. İdrak fəallığı o deməkdir ki, məsəl üçün uşağın daha çox idrak yönümlü nəyisə olur, amma əyanilik hər şeyi əyani şəkildə görmək nəzərdə tutulur. Məsəl üçün, tutaq ki, müqayisə etmək üçün deyirsinizsə, məsələn, bir tablodur, tabloya tutaq ki, mən A hərfini yazmışam, onu uşaqlara əyani şəkildə göstərirəm. Bu əlbəttə ki, idrak fəallığı olacaq, çünki burada nəsə öyrədici bir şey var da və yaxud məktəbə hazırlıq qrupunda məsəl üçün ola bilər ki, 2 üstəgəl 2 yaza bilərəm, əyani şəkildə yazıram, göstərirəm, bu idrak olacaq. Amma ki, məsəl üçün əyani şəkildə tutaq ki, kuklanı göstərməyim və yaxud meyvəni göstərməyim, bu olacaq məncə əyanilik olur, səhv etmirəmsə. Yəni ki, orada öyrədici bir şey varsa idrak, sadəcə olaraq belə motivasiya yaratmaq üçün əyani şəkildə göstərirəmsə, bu əyanilik olur. Onda O baxırda kognitiv materiallar olanda idraka yönəlik. Necə müəllimə? Əyanilikdə mən öyrətmirəm. Əyanilikdə öyrədirəm, amma ki, necə fikrimcə, əyanilikdə idraki materiallar varsa, demək bu idrak fəallığıdır da, yəni ki, məncə elə başa düşmüşdüm. Amma mən yadımdadır ki, bir dənə nəysə rəsmlə də, tablo ilə bağlı bir şey var idi, orada idrakla əyaniliyi onda ayırd eləyirdi. Yaxşı, müəllimə izah edə bilən bir müəllimə var bunu. İdrak fəallığı ilə, orada materialla, əyanilikdəki materialı mənə izah edin. Məsələn, bağçada müəllim olur, piramida kimi yığırıq halqalar. Məsəl üçün, o əyani göstərsəm də, amma ki, o idrak material. Əyani vasitə hiss edilə biləcək vasitələr olur da, yəni. Əl vuranda, sonra... İdrak fəallığında da vəsaitiniz var. Uşaq ona da toxuna bilər. İdrak fəallığını müəllim yaradır. Əyanilikdə uşağın öyrənməyə olan marağı da stimullaşır da. Öyrəndikləri daha çox yadda qalır, daha keyfiyyətli mənimsəməsinə şərait yaradır. Uşağın daha çox yadında qalır. Doğrudur, söylədikləriniz tərbiyə. Doğrudur, amma öyrənməni daha effektiv eləyir. Onda idrak fəallığı öyrənməni effektiv eləmir. Hə? Yox, orada müəllim əyanilik daha çox göz yaddaşı da var da. Yəni əyani sürətdə görür deyil, uzun müddətli yadında qalır. İdrakda da əlbəttə orada da kognitiv hərəkət. İdrakda axtarmadır, araşdırmadır, səbəb nəticə əlaqəsi. Müəllimə, belə bir söz deyim, bəlkə mənim fikrim uyğun gəlir. İdrak fəallığın müəllimə yaradır suallar verərək. Əyanilikdə, amma əyani vəsaitlər. Orada da siz yaradırsınız Nurani müəllimə. Orada da siz yaradırsınız. Yox, yəni idrak fəallığında idraka yönəlik suallar verilir. Yox. İdrak inkişaf. Anladım sizi, amma yox. İdrakda fəal təlim şəraiti reallaşır. Bax müəllimlər, belə bir şey deyim ki, mən sizə. Ümumi olaraq motivasiya mərhələniz ki var, motivasiya. Motivasiya mərhələnizdə müəllim motivasiya da əyani vəsaitlərlə idraki fəallıq onsuz da yaradır. Vəsaitləriniz idrak fəallığı yaradır. Necə? Biri var uşağın idraki, biri də var ki, idraki fəaliyyətə gətirmək. Bir müəllim olaraq mən idraki fəaliyyətə gətirirəmsə, bu mənim proses olaraq mənim həyata keçirdiyim bir şeydir. Onu anlamaq uşağın idraki ilə bağlıdır. Bu başqa bir məsələ. Biri də var ki, mən dedim ki, orada material sözü var hər ikisində. Əyanlikdə də material var. Digərində də səs getdi. Digərində də material sözü var. Bir dəqiqə, məndə problem var. Biri də var ki, əyanlikdə məsələn vəsaitlər var. Tutaq ki, əyani vəsaitlər. Biri də var idrak fəallığında. Orada da vəsait var. Gəlir səsim? Eşidirsiniz məni? Aha. Yəni bunu bir əsaslandıraq. Tutaq ki, müəllimi olaraq bir material verirəm. Alma, məsələn. Bayaq Aysel müəllimə tərif dedi ona görə. Biri var ki, deyirəm ki, uşaqlar, baxın, bu almadır. Alma yaşıl, qırmızı, sarı rəngdə olur. Bir meyvədir. Mən bu əyani şəkildə onu izah edirəm uşaqlara. Məqsədim uşağa almanı öyrətməkdir. Və burada nə oldu? Uşaq müşahidə edir, asan qavramasına mən şərait yaradıram. Bir təlim metodudur. Xarici vasitə vasitəsilə, məsələn, onu göstərirəm də.
beynində düşünmür, xarici olaraq. Görür və uşaq ümumi olaraq onu görür və ona aid beynində də təsəvvür formalaşdırır, yaddaşında da yaxşı qalır, almanın artıq nə işə yaradığını bilir. Biri də var ki, bu alma bir kognitiv, öyrədici xarakter daşıyır. Və bu alma vasitəsilə mən uşağa başqa şey öyrədirəm. Bir düşünmə prosesinə uşağı cəlb edirəm, düşünərək öyrənməsinə vadar edirəm. Deyirəm ki, uşaqlar, baxın, əlimdə alma var. Alma sözü nə hərfi ilə başlayır? A hərfi ilə başlayır. Siz mənə A hərfi ilə başlayan başqa sözlər deyə bilərsiniz. Nə oldu? İdraki fəallıq yaratdım. Müəllimə olaraq alma vasitəsilə uşağa başqa bir şey öyrətdim və almam kognitiv xarakter daşıdı. Aydındır fikrim? Aydındır, özünü öyrədirəmsə, əyanilikdir. Aktiv müəllimə, yəni öyrədici deməkdir. Başqa şey öyrətdim. Alma vasitəsilə başqa bir şey öyrətdim uşağa. Düzdürmü? Almanı öyrətmədim. Alma vasitəsilə A hərfini öyrətdim. Aydındır fikrim? Məsəl üçün almanı tutaq ki, hissələrin riyaziyyatda, hə? Hə, orada da hissə bütöv anlayışını öyrədə bilərəm. Hərf öyrətmərəm. Hə, hissə bütöv anlayışı. Məqsədim almanı öyrətmək deyil. Alma vasitəsilə başqa şey. Alma olmasın, başqa bir vəsaitiniz olsun. O vəsaiti öyrətməyiniz əyanilikdir. Onun vasitəsilə başqa bir şey öyrətməyiniz idrak fəallığıdır. Aydındır fikrim? Yəni müəllim almanı öyrədiriksə bu əyanilikdir. Hə, Amma alma vasitəsilə A səsini öyrədiriksə bu idrak fəallığı. Aysa. Düzdür Mətəd. Çünki baxın orada yazılıbdır. Məşğələ materialının kognitiv xarakter daşıması. Yəni material öyrədici bir xarakter daşıyır. Məqsədim materialı öyrətmək deyil, material vasitəsilə başqa bir şey öyrətməkdir uşağa. Başa düşdüm mənim, çox sağ olun. Siz sağ olun. Aha, aydındır Aysel müəllimə fikrim. Bəli, aydındır müəllimə. Təşəkkür edirəm Aysel müəllimə. Başqa iştirak etmək istəyən müəllimlər varsa hazırlıqda. Kim iştirak etmək istəyir? Ana müəllimə, bir dənə bu rubriklər sözünü mənə baş salında. Rubrik bərabərdir miyar? Şey. Ne yarardı? Bəli. Miyarlarımızdır. Qiymətləndirmə miyarı. Nasıl bu kimi fikirləşmişəm ki, o Yazardınız. neydi? Mətanət müəllimə yazardınız da. Yazardınız. Buyurun. Müəllimə, mən istəyirəm məni sual-cavab eləyəsiz, bilmirəm biləcəm ya yox. Mən istəyirəm sual-cavab. Sizdə dərinliyə yenəcəm mən biraz. Niyə? Yaxşı, Nurayna müəllimə, siz mənə deyirsiniz, qiymətləndirmənin hansı növləri var? Buyurun. Qiymətləndirmənin müşahidə, müsahibə, şifahi sorğu. 3 cür qiymətləndirməmiz var, sonra metodlar. Hə, metodlar. Diaqnostik qiymətləndirmə, inkişafın izlənməsi, bir də yekun hesabat. Aha. Onda metodları deyin görün mənə. Metodlarda müsahibə, müşahidə, şifahi sorğu, portfolyo, bir də fəaliyyət məhsullarının təhlili. Müşahidə ilə müsahibənin fərqi nədir? Müşahidə plansız aparılır. Yəni günün bütün necə mən? Müşahidə, dövrü müşahidə, günləri müşahidə demirəm. Mən deyirəm müşahidə nə işə yarayır uşaqlarda metod olaraq? Müsahibə nə işə yarayır? Müşahidəni bütün fəaliyyətlər vaxtı apara bilirsən uşağı. Yəni uşağın xəbəri olmadan, kənardan izləyərək, oyun vaxtı da, tədris fəaliyyəti vaxtı da, gəzinti vaxtı da. Amma şifahi sorğuda oyun vasitəsilə uşağı sorğu-sual edərək aparırsa. Onda müşahidədə nə öyrənirəm, müsahibədə nə öyrənirəm? Müşahidədə uşağın məsələn əməkdaşlığın, ünsiyyətin öyrənirik. Mən elə gəlir, səhv eləmirəmsə. Amma müsahibədə planlı şəkildə müşahidə. Aha, mən səhv saldım. Şifahi sorğunda müşahidəni səhv saldım. Müsahibəni səhv saldım. Müsahibə həm valideynlə də olur, həm uşaqlarla gedir. Məqsədim orada əsas məqsəd olaraq uşağın öyrənmə fəaliyyətini, uşağın bir növ müsahibə vasitəsilə meyil marağını, məsələn tutaq ki, deyirəm ki, bugünkü məşğələmiz xoşuna gəldi. Uşağın əgər xoşuna gəlirsə,
Bu o deməkdir ki, məşğələm məsələn müzakirə ilə aparılan, kollektiv iş forması ilə həyata keçirilən bir məşğələdir. Uşaq burada daha çox kommunikasiyanı sevir. Bu özünü belə göstərir. Müşahidə vasitəsilə oyunda əməkdə çatışan-çatışmayan mən cəhətlərini orada görürəm və onu inkişaf elətdirirəm. Bir də var şifahi sorğu. Şifahi sorğuda nə edirəm müəllim olaraq? Şifahi sorğuda hər hansı bir fəaliyyət vaxtı, yəni oyun vaxtı uşağa suallar verərək öyrənirik onun fəaliyyəti haqqında. Orada da məqsədimi bacarıq. Bəli, uşaq nəyi bacarıb, nəyi bacarmadığını. Məsələn, deyirəm, balığın quyruğunu necə çəkdin? Burada da əsas məqsədim ondan ibarətdir ki, buradakı sual-cavab uşağın bir növ bacarığını yoxlamağımdır. Müsahibədə ümumi məlumatlar haqqındadır. Şifahi sorğum hər hansı bir fəaliyyətindəki bacarıq üçündür. Bəs fəaliyyət məhsullarının təhlili? Təsviri fəaliyyət məşğələsində çəkilən bütün, yəni 4 hissədir də. Bu 4 hissədə görüləcək işlərin təhlil edilməsi, qiymətləndirilməsidir. Aha. İçində Təhlili mənə deyə bilərsiniz? Əsas təhlilin məqsədi nədir? Təhlili uşaq nəyi bacarıbsa onu vurğulayırıq. Yəni bacarmadığı istiqamətində deyilik, yönəldirik. Yəni ki, burada çatışmayan hansı cəhət var və rənglər, tutaq ki, rəngləmədə günəşi qırmızı rəngləyibsə, yəni onu təhlil edib öyrənirik ki, rəngləməni bacarıb, amma düzgün rəngləmir. Düzgün rəngləmir. Niyə qırmızı rəngləyir ki? Niyə qırmızı rəngləyir ki? Təhlil edərək müəllimi olaraq, Nüranə müəllimə. Baxın müəllimlər, bir uşağın sağlamlığı və psixoloji vəziyyəti haqqında heç bir ümumi olaraq sənəd içində siz bunu əks etdirmirsiniz. Məsələn, portfolyoda uşağın nə sağlamlığı, nə də psixoloji vəziyyəti haqqında siz heç bir belə deyək də sənəd yerləşdirmirsiniz. Niyə? Onların ancaq fəaliyyəti barədə yazılır, qiymətləndirmə. Çünki nə həkim deyirik, nə psixoloq deyirik, həm də bu şəxsi məlumat. Amma fəaliyyət məhsulunun təhlili vasitəsilə tərbiyəçi müəllim ümumi olaraq uşağın belə deyək də psixoloji vəziyyətindən xəbərdardır. Bayaq dediniz ki, günəşi qırmızı rəngləyib. Adətən uşaqlar qırmızı rəngə üstünlük verirsə, bu onların aqressiyasından irəli gələn bir şeydir. Yəni uşaq bir növ qırmızıya üstünlük verirsə, o aqressiv uşaqdır. Aydındır. Məsələn, mən psixologiyasını üzə çıxardıram. Və yaxud da evi çəkib pəncərəsini çəkməyibsə, demək ki, bu uşaq necə uşaqdır? Bu uşaq ümumi olaraq belə deyək, asosialdır. Özünə qapanıq uşaq. Bunun üçün fəaliyyət məhsullarının təhlili də burada mənə kömək edir. Yaxşı müəllimə, rəng necə həyat? Müəllimə. Bəli. Elə bildim bitirdiniz söz. Müəllimə, inşallah dərsiz yanvarın əvvəli başlayacaq, axırı başlayacaq. Yanvarın 8-dən sonra planlaşdırıram. Dəqiq vaxt bilinmir. Bəli. Müəllimə, konstruktiv olmalıdır. Yəni görüləcək işə rəy veririk. Onların səhv yəni harda yanlış deyəndə, yəni çatışmamazlığı varsa, ona doğru yönəldirik. İlk növbədə onun düzgünlüyünü vurğulamalıyıq. Uşağa yəni motivasiya verməliyik. Ondan sonra çatışmayan cəhətə yönəltməliyik ki, uşaqlar harda düzgün etmədiyi işlərin düzgün bacara bilsinlər. Yəni birbaşa onları yəni mənfisin deməməliyik də. Yəni uşaq motivasiyadan düşməsin. Düşməsin və gələcəyi yönləndirməlisiniz. Rəyi ümumi yox, xüsusi olaraq verməlisiniz. Əslində rəy ümumilik vaxtında verməlisiniz. Orada vaxtında verilən rəy əks əlaqə yaratmalıdır. Yəni sən ümumi olaraq hansı fəaliyyətdə nəyi necə verirsən, o şəkildə onu həyata keçirməliyik. Yaxşı müəllimə, məşğələnin hansı mərhələləri var? 3 mərhələsi: motivasiya və aktuallaşdırma, dərk etmə, tətbiq etmə. Aktuallaşdırma ilə motivasiyanın fərqi nədir? Aktuallaşdırma uşağın diqqətini cəlb edirsən, motivasiyada da keçmiş bilikləri yada salırsan. Fərziyyələr yaradırsan. Nüranə müəllimə. Nüranə müəllimə. Bəli, müəllimə. Motivasiyada biz ümumi olaraq motivasiya yaratdığımız zaman biz motivasiyada uşağı cəlb edirik özümüzə, sövq edirik, diqqətini cəlb edirik, tədqiqata yönəldirik uşağı. Bu motivasiyadır. Aktuallaşdırmada biliklərini üzə çıxardırıq, aktuallaşdırırıq, yəni aktivləşdiririk uşağı.
Köhnə bilik. keçilmişdə öyrənilmiş bilikləri O üzə çıxarır, aktuallaşdırılır. suallar veririk. Bəli. Müəllimə, əlavə fəaliyyətlər hansı planlaşdırmada öz əksini tapır? Həftəlik planlaşdırmada. Həftəlik planlaşdırmada. Düzdür müəllim. Təşəkkür edirəm Nurani müəllim. Buyurun müəllim, çox sağ olun, mən Siz sağ olun. təşəkkür edirəm. Aha, kim iştirak etmək istəyir? Buyurun müəllimlər, aktiv olaq. Amma mən istəyirəm, amma biraz yüngül suallar çox dərinə getdik. Psixologiyaya keçməyi düşünürəm axı. Psixologiyanı çox da dərindən hələ keçməmişəm müəllimə. Bir Gardneri biraz yaxşı bilirəm, sonra birilərindən yox. Mənə psixologiyadan nəyə sual vermək istərdiniz? Yanaşmalar, ümumi olaraq nəzəriyyələr. Psixologiyadan. Nəzəriyyələr. Valdarsa, Montessori, Valdar. Yanaşmalar. Suallarınızı müəllim. Mətat müəllimə buradasınız? Bəli, müəllimə buradayam. Yaxşı. Müəllimə, o bütün mənə sual vermirsiniz. Hə, verirəm. Bəli, verirəm. Müəllimə, psixologiya üzrə gedək. Müəllimə verin, biraz görüm, bilirəm nəsə. Çox da güclü deyil, psixologiyadan. Yaxşı müəllimə. Montessori kimdir? Kimdir Montessori? Müəllimə, bunu bilirəm ki, sensor Montessori əslində pedaqoq deyil müəllimlər. Montessori bir həkim olur. Daha həkimdir. Həkimdir. Əsasən uşaqların sensor tərbiyəsini tərbiyəyə gətirən Montessori. Mən deyim, ondan bir-iki kəlmə olarmı? Buyurun. Montessori əslində həkim də düz deyirsiniz. O hansısa bir xəstəxanada işlədiyi zaman görür ki, əqli cəhətdən geri qalmış uşaqlar quru çörəklə oyun oynayırlar. Bu onu çox cəlb edir və başa düşür ki, yəni ki, məhdudiyyəti olan uşaqlar da nəsə öyrənib irəli gedə bilərlər. Ona görə də o belə bir bağça deyək də yaradır. Və həmin uşaqları Kasadi Bambin. Necə? Adı olur Kasadi Bambin. Bəli, bəli. Adı yadımdan çıxmışdı, onu fikirləşirdim. 1900-cü illərdə Malaguzzi adından. Maria Malaguzzi deyəsən belə bir şey. Malaguzzi Emiliad. Malaguzzi Emiliad. Maria neydi orada yadımdan çıxdı? Maria Montessori. Montessori, bəli. Maria Montessori adından. Və o belə bir yəni bağça yaratdı. Həmin uşaqları ora cəlb elədi və onlarla təlimlərə başladılar. Sonra Montessori demək uşaqların həm də fərdi maraqlarını nəzərə alırdı və onun demək qruplarında müxtəlif yaşda uşaqlar dərs alırdı. O deyirdi ki, yəni böyük uşaqlar o uşaqlara müəllimlik edəcəklər və özlərini sərbəst. Əslində tam olaraq o deyildi, Mətanət müəllimə. Tam olaraq. O deyirdi ki, uşaqlar inkişaf səviyyəsinə görə mərhələli şəkildə 2 yerə bölünür. Şuursuz dövrü 0-3 yaş əhatə edir. 0-3 yaş, bir də 3-6 yaş. 3-6 yaş əhatə edirdi. Və Montessori təlimində müəllimə gözə görünməz bələdçi olmalıdır. Yəni buraxdan uşağa istiqamət verməlidir. Müşahidəçi rolunda olmalıdır və müşahidə edərək yönləndirməlidir. Uşağa hazır heç bir cavab vermir. Deyir ki, uşaq öz inkişaf tempinə görə inkişaf edəcək. Ümumiyyətlə, Montessori'nin əsas məqsədi odur ki, deyir ki, praktik bacarıqlar həyata keçirək. Sensor inkişaf burada ümumi olaraq mühüm rol oynayır ki, sensor mədəniyyətin elmə gətirən şəxs də Montessori'dir. O deyir ki, duyaraq, eşidərək, görərək, hiss edərək uşaqlar inkişaf etməlidir. Riyazi biliklər, akademik biliklər, bu biliyin hamısı minə qədər sayma Montessori'yə aiddir. Diqqəti yaradıb da uşaqlarda əsas Montessori, onu bilirəm. Koordinasiya, əl-qol koordinasiyaları, əl-göz koordinasiyaları, bunun hamısı özünü orada göstərir. Ümumi olaraq, belə deyək, müstəqil düşünmə, özünə nəzarət. Məsələn, uşaq orada sərbəstdir, amma öz seçiminə görə məsuliyyət mütləq şəkildə daşımalı idi. Yəni, uşaq məsuliyyətini daşımalı idi. Azadlığın yanı sıra məsuliyyətlilik də özünü göstərə bilərdi. Ümumi olaraq, belə deyək də, materialı elə bir tərzdə təqdim edirdi ki, Montessori deyirdi ki, o material öz-özünə
düzələn olsun. Uşaq öz səhvini fərq etdiyi anda materialı yenidən söküb düzəldə bilsin. Bu əslində onda azadlıq yaradır. Düşüncə sərbəstliyi yaradır. O ona inanır da. Mən özüm edərəm prinsipi Montessoridədir. Və deyir ki, bıraq uşaq özü etsin. Bəzən inkişaf etmiş ölkələr Montessorini inkar edir. Ona görə ki, onlar düşünürlər ki, Montessori avtoritardır. Çünki uşağa çox şey yükləyir. Məsələn, deyir ki, ayaqqabısının bağını bağlayana qədər uşağın yanında dura bilərsən, amma sən bağlama. Aydındır? Bu Montessoridir. Və ya hansısa müəllimə əlini qaldırmışdı nəzəriyyələr üçün. Kim qaldırmışdı əlini? Gülgəz müəllimidir, səhv etmirəmsə. Buradasınız müəllimlər. Pərvin müəllimə, siz bizə deyin Emiliya haqqında. Çata yazan müəllimə. Buyurun. Hə. Gülarə müəllimə, sizlə davam edək. Edək müəllimə. Nəzəriyyələrdən çox da güclü deyil, amma edək. Emiliya kimindir? Müəllimə, Emiliya, onu bilirəm, testlərdə əsas layihələri ilə yadımda qalır. Bir də Emiliyada cavabdeh bələdli uşaq olması ilə bir də testlərdə qarşıma çıxıb, belə yadımda saxlayıram onu. Onda Gülarə müəllimə, Gülgəz müəllimə bizə danışsın, siz də dinləyin. Olar başqa. Gülgəz müəllimə, buyurun. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Emiliya haqqında istəyirəm. Emiliya yanaşması dedikdə biz əsasən ətraf aləmlə tanışlıq məşğələsi yadımıza düşür. Yəni biz uşaqların Emiliya ətraf aləmdə olmağın daha çox üstünlük görürdü. Bundan başqa Emiliya yanaşmasında fəal vətəndaşlıq mövqeyi səriştəsidir. Yəni uşaqlar ətraf aləmdə olarkən öz vətəninə məhəbbət hissi formalaşır uşaqlarda, öz vətəninə hörmət hissi formalaşır. Çünki biz uşaqlıqda məsələn yaşadığımız yerlərə deyirik ki, məsələn hər birimizin yadında qalır. Bu da yəni ki, həmin yerlərə bağlılıq, həmin yerlərə hörmət həmişə daim yadımızda qalır. Yəni bu da fəal vətəndaşlıq mövqeyi formalaşdırır. Bundan başqa Emiliya yanaşması dedik ki, yəni yaş qruplarına görə bölünür. 4 ay, 3 yaş, 3-6 yaşa bölünür. Sonra Emiliya yanaşması dedikdə biz əsasən layihə yada düşür. Məsələn, layihənin burada kollektiv olması və cütlərlə iş formasından Emiliya yanaşmasında istifadə olunur. Cütlərlə iş forması dedikdə, yəni bildiyimiz kimi burada əməkdaşlığın olmasıdır. Ən yaxın əməkdaşlıq Emiliya yanaşmasında olur. Layihədə isə kollektiv əməkdaşlıqdan istifadə olunur. Çünki layihə kollektiv şəkildə həyata keçirilir. Hər hansı bir işi, məsələn, layihə bir yaradıcılıqdır. Yaradıcılıq əsasən önəmlidir. Yəni layihədə. Sonra Emiliya yanaşmasında dedik ki... Necə olur Emiliya yaranır? Gülgəz müəllimə. Necə müəllimə? Necə olur Emiliya yaranır? Emiliya Steiner Malaguzzi tərəfindən yaradılmışdı Emiliya şəhərində. Ona görə Emiliyanın adı ilə bağlanmışdı. Necə yaranır Malaguzzi? Malaguzzi tərəfindən demək, uşaqların əsasən yaş kateqoriyalarının yaşlara bölünməsidir. Yəni dedik ki, 2 mərhələyə bölünür. Sonra burada müəllim uşaqlara sərbəstlik verir. Sadəcə onların qərar verməsində bir bələdçi rolunu oynayır. Yəni uşaqları daim müşahidə edərək izləyir. Bütün fikirləriniz doğrudur. Təşəkkür edirəm Gülgəz müəllimə. Bir dənə də mənə deyin ki, yadıma düşəndən deyə bilərəm. Bəli, buyurun. Müəllimə, Emiliya yanaşmasında uşaqlar əsas bir vətəndaş kimi böyürlər. Bir də öz problemlərinin öhdəsindən gəlmək kimi bir bacarıqları olmalıdır. Kollektivlə işləməyi bacarmalıdırlar. Sonra müəllimə, İkinci Dünya Müharibəsi zamanı İtaliyada irəli sürülmüşdür bu yanaşma məncə. Düzdür. Doğrudur müəllim. Bir də ki, müəllimə orada var idi, 3-cü təbiət idi, 3-cü müəllim rolunda. O təbiət deyil, onu izah edəcəm. Bir növ onu elə başa düşürsünüz, o təbiət deyil. Xeyr.
Onun biraz Yox, yadıma. o təbiət deyil. O mühitdir. Mühit üçündür müəllimdir, müəllimlər. Bir dənə onu əsaslandırım sizə. Belə bir şey deyim ki, müəllimlər, ümumi olaraq Emiliya bir yanaşmadır. Yanaşma ilə nəzəriyyənin fərqi ondan ibarətdir ki, biz əgər yanaşmadan danışırıqsa, nəzəriyyə belə bir şeydir ki, Müəllim, bax mən nəzəriyyə ilə yanaşmanı ayıra bilmirəm. Onları baxın xahiş gəlin edirəm. ayıraq. Biri var elmi əsas. Piaget'in özü bir nəzəriyyədir. Piaget düz 50 ilə əsasən ümumi olaraq düz 50 ilə əsasən bir belə deyək, eksperiment aparıb, təcrübə aparıb. Öz 3 uşağını da bu eksperimenti təcrübəyə qoşaraq bir ortaya uşaqların koqnitiv inkişafına aid. Yəni koqnitiv inkişaf dediyimiz zaman biz adətən idraki nəzərdə tuturuq. Əslində idrakla bağlı, amma necə? Uşaq müşahidə edir, müqayisə edir, dərk edir və daha sonra öyrənir. Yəni bu şəkildə koqnitiv inkişafla bağlı bir nəzəriyyəni üzə çıxardır və 50 il bir vaxt aparır və burada ümumiyyətlə nəyin necə və nə şəkildə baş verdiyini proseslərlə, mərhələlərlə o bizə onu izah edir. Yəni burada elmi araşdırma var, burada qanuna uyğunluqlar izah olunur. Niyə belə olur? Hansı yaş dövründə uşaq nəyi belə deyək, həyata keçirir, hansı proseslərdən keçir? Bunun hamısını Piaget bizə təqdim etmişdir və bu nəzəriyyə idi. Nəzəriyyə Piagetdir, Vygotskidir, məsələn, tutaq ki, Banduranın, bilmirəm, siz bilirsiniz ya yox, sosial bir öyrənmə nəzəriyyəsi var, çox gözəldir. Mən müəllimlərə deyirəm ki, sujetli rollu oyunlarda bu mütləqdir bizə. Yəni bunlar bir nəzəriyyədir. Çünki bunun bir əsası var, qanuna uyğunluğu var. Bir də var ki, yanaşma. Yanaşma bəzən nəzəriyyələrdən çıxış edir. Məsələn, biz deyirik ki, sosial kognitiv nəzəriyyə əsaslanır Emiliya, idraki kognitiv nəzəriyyə əsaslanır Montessori. Yəni burada tətbiq yönlüdür. Metod var, forma var, strategiya var. Burada məqsəd o deyil ki, niyə belə olur? Məqsəd odur ki, necə öyrənək? Biz necə öyrənək? Montessori'dir, Emiliyadır. Məsələn, bunların hamısı yanaşmadır. Hətta belə bir şey deyim, inklusiv təhsilin özü belə bir yanaşmadır. Yəni orada bir ad yoxdur, amma bir yanaşmadır əslində. Yəni yanaşma tətbiq edərək, necə öyrənərək, praktika, metodik üsullarda həyata keçirilən bir şeydir. Amma nəzəri elmi üsulları özündə əks etdirir və onların bir faktı var. Bu əsaslarlandır. Gələk Emiliya. Emiliya 2-ci Dünya müharibəsində əslində Emiliya qəsəbəsinin Sella Bella adlanan bir kəndi olur. Bu kənddə belə deyək də, analar nümayişə qalxır ki, bizim uşaqlarımız oxumalıdır. Nəyə görə? Varlı insanların övladları oxuyur, bizim övladlarımız oxumur. Və mitinglərin hər biri qəzetlərdə öz əksini tapdığı halda 20 yaşında Malaguzis bunu görür, velosipetinə oturur və gəlir Emiliya. Emiliya gəldiyi zaman dağıntıların, valideynlər dağıntılardan müəyyən əşyaları çıxardaraq bir bina tikdiyini görür və deyir ki, bu bina məktəb olacaq valideynlər. O da deyir ki, mən müəlliməm, təcrübəm yoxdur, amma təcrübəni, yəni praktikanı uşaqlarla birlikdə öyrənərəm, onlara da öyrədərəm. Və beləliklə bu yanaşma başlayır həyata keçirməyə. Əsas məqsəd ondan ibarət idi ki, burada əsas məqsədi o idi ki, Emiliya deyirdi ki, uşaqlarla birlikdə öyrənək. Necə öyrənək? Biz uşağın güclü tərəflərini, bacarıqlarını həyata keçirməyə sövq edək. Passiv olmasın uşaq, hər zaman araşdırsın, hər zaman öyrənsin. Unutmayın deyir. Deyir, uşağın 100 dili var, Emiliya deyir. 100 dili odur ki, yəni uşaq danışaraq da özünü ifadə edə bilər, rəsm çəkəndə də özünü ifadə edə bilər, oyun oynayanda da ifadə edə bilər, hərəkətdə də ifadə edə bilər, musiqidə də, hər bir şeydə ifadə edə bilər və onun dilinin vasitəsidir bütün bu hər şey. Siz ona mütləq şəkildə belə deyək də, baxmalısınız, müşahidə etməlisiniz. Layihə əsaslı öyrənmədir. Niyə layihə əsaslıdır? Mövzular uşaqların marağından asılıdır. Necə asılıdır? Məsələn, müəllim olaraq proqram yaratmışsınız, proqram qurmuşsunuz. Uşağa nə öyrədəcəm ümumi olaraq deyilmirdi. Və orada belə bir şeydir ki, bütün qapılar açılırdı PISA adlanan bir zala və o zalda uşaqlar başlayırdılar birgə öyrənməyə nəysə. Kiçik qruplar yarpaqların şəklini çəkirdi, böyük qruplar o yarpaqları müşahidə edirdi və yaxud da ki, bütün qapılar açılırdı həyətyanı sahəyə və orada öyrənirdilər. Ətraf mühit ümumi olaraq Emiliyada öz əksini tapırdı və 3-cü müəllimidir. Ətraf mühit dediyimiz zaman Emiliyada bəzən müəllimlər deyir ki, ətraf aləmdir və mühit. Buradakı mühit odur ki, ümumi olaraq məkandır, estetiklikdir, açıqlıqdır, tədqiqata uşağı sövq etməsidir. Mühit odur. Yəni əşyadır, onun estetik dizaynıdır, onun ümumiyyətlə belə deyək də təşkil olunmasıdır. O mühit uşağı
tədqiqata sövq edirsə, onun 3-cü müəllim olur. Birinci müəllim uşağın özüdür, ikinci müəllim müəllim anlayışıdır, üçüncü müəllim isə dediyimiz ikinci müəllimi ola bilər özündən təcrübəli biri də olsun, üçüncü müəllimi isə uşağın mühitidir, yadınızda qalsın. Və bir də ki, hazırki dövrümüzün portfolyoları özünü göstərir Emiliyadır. Aydındır? Müəllimə, Bəli. mən bu nəzəriyyələrlə yanaşmaları, yəni belə fərqləndirirəm ki, yəni deyirəm ki, nəzəriyyələrdə biz məsələn uşaqların psixologiyasını öyrənirik. Məsələn, Piaget nəzəriyyəsində məsələn yaşına görə hansı yaşın kateqoriyalarını yerinə yetirir. Vygotsky-də onun sosiallaşmasını. Amma bu yanaşmalarda isə yəni biz məşğələrimizdə bunu elə bilirəm tətbiq üçündür də, yəni tətbiq edirik. Məsələn, Montessori biz güşələrimizdə tətbiq edirik, riyaziyyat məşğələsində, Emilia ətraf aləmdə, sonra Waldorfu biz bədii təfəkkürdə. Yəni bunları belə fərqləndirirəm. Yəni bu doğrudurmu? Əslində sizə belə bir şey deyim ki, uşaq psixologiyası dediyimiz zaman biz yalnız uşağın nəyisə öyrənməsini yox, uşaq psixologiyasından əgər deyirsinizsə doğrudursa, burada uşağın həm zehni, həm emosional, həm də sosial və fiziki cəhətdən öyrənməsidir uşağın. Yəni psixologiya dediyimiz anlayış ümumi olaraq bir prizmadan baxılacaq bir şey deyil. Aydındır fikrim? Yəni uşağın həm davranışı, həm düşüncə tərzi, həm ola bilər ki, hissləri, həm ola bilər ki, sosial münasibəti, həm ola bilər ki, dərk etməsi. Burada özünü cəm şəkildə göstərir. Aydındır fikrim? Yəni mən qısa olaraq dedim, yəni ki, həmin yaş dövrünə uyğun onun yəni davranışı, yəni o mənada deyirəm də, yəni yaşına uyğun psixologiyadır. Bu bizlər isə tətbiq üçündür. Yəni yanaşmalar tətbiq üçündür. Məşğələlərimizdə tətbiq etmək üçün. Orada psixologiyanı əsaslandıra bilərsiniz. Çünki elmi əsaslar orada özünü göstərir. Ona görə əsaslandıra bilərsiniz. Doğrudurmu müəllimə? Yəni mənə belə sual verirsə, yəni mən Yəni doğrudur, amma belə bir şey də deyim ki, deyə bilməzsiniz ki, yanaşmada biz uşağın psixologiyasına dəyinmirik. Çünki aktiv öyrənmə orada da özünü göstərir. Uşağın emosiyası, sosiallığı, ümumi olaraq uşağın idraki da özünü orada göstərir. Yəni bu prizmadan belə bir şey deyim də doğrudan amma dəqiq deyil. Aydındır görəcəyim fikrim. Bəli, müəllimə. Çox sağ olun. Sağ ol. Aydındır müəllimlər, Emiliya sizə Waldorf haqqında nə deyə bilərsiniz? Waldorf müəllimə. Evet. Olursa müəllimə. Danışın müəllimə, danışın. Belə bildim heç kim danışmır. Hə, buyurun. Yo, bilmirəm, prosta kimsə danışırsa danışsın, prosta elə bildim ümumilikdə müəllimə sual verir ona görə. Onda Waldorf demək müəllimə 1919-cu ildə Rudolf Steiner tərəfindən yaradılmışdı. Waldorf modeli. Necə olur da yaradılır onu deyim. Siqaret fabrikində Steiner bir seminar verir, Almaniyada yaranır. Seminarda Waldorf ümumi olaraq mənası meşə kəndi mənasındadır. Orada kiçik bir kənd olur. Orada Steiner tərəfindən yaranır. Siqaret fabrikası. Öyle. Waldorf'da demək belədir, o təbii aləmi kəşf etmə imkanları onda daha çoxdur. Onun fikrincə uşaqlar 7 yaşına qədər heç nə öyrənməməlidirlər, azad olmalıdırlar. Sonra fərqli yaşlardakı uşaqlar bir sinifdə olardı, təhsil alırdılar. Əsas məqsəd orada demək uşağın təbiətlə təmasda olması idi. Sonra təbiətə sevgi daha çox uşaqlarda aşılanmalıdır. Orada ruhun tərbiyəsi, məsuliyyətli, dürüstlük, təxəyyülün inkişafı daha çox inkişaf edirdi. Sonra akademik biliklərə o qədər önəm vermirdi. Texnologiyanı təhsildən uzaqda tuturdu. Düzdür. Sonra bu demək ki, Waldorf təhsilində uşaqlarda oxuma 1-ci sinifdən başlayırdı. 7 yaşına qədər uşaqlar azad olmalıydılar. Sonra oyuncaqlardan istifadə olunur. Hansı oyuncaqlardan? Taxta oyuncaqlardan müəllimə. Taxtadan düzəldilmiş oyuncaqlardan istifadə olunurdu əsasən. Bunun parçanı da gətirə bilərsiniz. Tikişlər orada çox göstərir. Elə bil ki, parçadan, sonra iplərdən toxumaq üçün bunlardan daha çox istifadə olunurdu. Bir də ki, müəllimə bədiilik də önəmli idi orada, mən biləm, bədiilik. Hekayə danışmaq. Quraşdırma, əl əməyi orada çox önəmli idi. Sonra
əyləncələr çox önəmli idi uşaqlar üçün. Festivallar çox üstünlük təşkil Festivallar bəli çox Tanrıqlar təşkil olundu. olundu. Fəaliyyəti bacarmayanda fəaliyyət dəyişdirilirdi. Yeni fəaliyyət verilirdi. Daha sonra burada müəllimə 3 əsas ki, tanışlıqdan yeni anlayış, təcrübə, tanışlıq, sonra yeni anlayışlar əldə edirdilər uşaqlar. Sonra humanistlik, mədəni müxtəlifliyə hörmət səriştəsi vardı burada, problem həll etmə səriştəsi vardı. Bəs Freybel kimidir? Kim? Freybel. Bəli. O ilk uşaq bağçasını yaradanlardan biri idi. Uşaqları çiçəklərə bənzədirdi, müəllimləri də bağbanlara bənzədirdi. Freybel yanaşmasına görə uşaqlarla, yəni ki, elə müəllimlər məşğul olmalıdır ki, uşağın daxili aləmini hiss etsin, uşaqla münasibətdə çox rəhmli olsun, mehriban olsun. Dayələrə də belə o dərs keçmək təklif edirdi ki, dayələr belə dərs almalıdır, kurslar keçməlidirlər. Və Freybelin orada uşaqlar üçün Freybel oyuncaqları təşkil eləmişdi. 8 hissədən ibarətdir, səhv eləmirəmsə. Amma 6-sını biz yəni belə birincidə məncə topdur. Uşaqlar toplarla oynayırlar və top, yəni yeniyetmə dövrünə qədər, yəni böyüyənə qədər uşaqlar həmişə topla oynayırlar. Sonra məncə orada demək ki, birinci top əsasən trikotaj topları əhatə edirdi. O deyirlərini eləyirdi də, uşaqlara o çox maraqlıdır. Parçadan olan toplarıdır, yumuşaq toplar. Trikotaj bir Trikotaj eləsə, parçadandır da. Yəni orada rəngli formadır, bir növ əsasən hərəkət özünü əsas əks etdirirdi. Yəni o toplara toxunaraq əslində yumuşağı, məsələn, bilirdi sərtdən, sonra onlara toxunaraq hərəkətliliyi, bir də trikotaj toplarınız rəngli olurdu və o rəngli toplar vasitəsilə rəng öyrənirdi. İkinci hədiyyə nə idi? İkinci hədiyyə orada dairə ilə şeydir. Taxtadan olan kub, silindir, bir də dairə. Kürə, estağfurullah. Kürə. Fəza figuru idi onun figurları. Orada yəni dairənin necə fırlandığını uşağa izah edirdi, amma taxta demək kub ancaq yəni fırlanmırdı. O da fırlanırdı. Yox, fırlanırdı, hərəkət etdikləri daha belə deyək də üstünlük təşkil edirdi. Ay sağ ol. Və o hərəkət vasitəsilə uşağa öyrədirdi. İkinci hərəkət kub, silindir və kürə bir taxtanın üzərində salınırdı. Uşaq orada uzunluq vasitəsilə onu ipi çəkərək gödəldə bilərdi, uzada bilərdi, onu hərəkətə gətirə bilərdi. Bu hərəkətlərin hər birini öyrənirdi. İkinci hədiyyə vasitəsilə və yadınızda qalsın ki, Freybelin hədiyyələri fəza figurları. Məsələn, o bir kvadrat yox, kubudur. Məsələn, o bir dairə yox, kürə idi. Fəza figurları bilirsiniz, həm eyni, həm uzunluğu, həm də həcmi olur. Amma müstəvi figurlarda eni var, uzunluq var, amma həcm yoxdur. Çünki biz onu kağız üzərində çəkə bilirik. Amma fəza figurları qoyulur. Məsələn, origaminin özü onun 8-ci, 10-cu hədiyyələr içərisində öz origami Freybel. Niyə o hədiyyələr? Çünki artıq yetkinləşir və o əldə bilirdi. Üçüncü hədiyyədə əsas məqsəd quruculuğu. Quruculuq, üçüncü hədiyyə. Üçüncü, dördüncü, beşinci mahiyyəti oydu. Məsələn, orada kuboidlər var idi. Kərpiclər deyirik, o kuboid. Orada məsələn 8 hissəyə bölünmüş, 21 hissəyə bölünmüş, daha sonra 27 hissəyə bölünmüş. Məsələn, orada 8 hissəyə bölünmüş 3-cü hədiyyədə, 4-cü hədiyyədə 21 yerə bölünmüşdü, 5-ci hədiyyədə 27 yerə bölünmüşdü, 6-cı hədiyyədə artıq 32 yerə bölünmüş biz kuboidləri görürük və onlar quraşdırma var. Yəni kərpiclər bir də yəni kuboidlər şəkildə. 7-ci hədiyyədə lentləri var onun, rəngli lentləri var. Əsas məqsəd orada uzunluq anlayışları lentlər vasitəsilə nəyisə yadınızda qalsın. 8 və 10-cu hədiyyədə əsasən qatlama ümumi olaraq üsulu əhatə edirdi. Qatlamada şəklində origamidə göstərir. Aydındır? Harada yaranmış? Aydın dərsdə keçərik inşallah. Freybel harada yaranmış? Freybel o da deyəsən Almaniyadaydı mənim.
danışır. Hətta müəllimlər belə bir şey deyim, Almaniyada silindir, onun üzərində kub, kubun üzərində kürə var və bu heykəllər şəklində bir çox şəhərlərdə var. O Fredelin belə deyək də xatirəsi. Yəni bir çox şəhərlərdə bir necə deyək, ad. Bəli, sonralar ləğv eləmişdilərsə, zaman keçdikcə yenə də Frebel yanaşmasına, yəni Frebel yanaşması bağçalar açılıb. Öz aktuallığını tapır. Yəni onun oyuncaqları, Frebelin oyuncaqları çox məşhurlaşıb sonralar. Düzdür müəllim. Yadımda qalan. Çoxdan da mən təkrar yəni heç nəyə baxmıram. Bəlkə 6-7 aydır mən heç nəyə baxmıram. Sizə başlarından baxmışam. Öyrənəcəyik. İnşallah mən gecəlik yazacağım onların olsun. İnşallah. Çox sağ olun müəllim. Allah razı olsun. Buyurun. Müəllimə, Frebelin 10 hədiyyəsi var. Mən 6 bilirdim onu. Yox müəllimə, əslində 10 hədiyyəsi var. Müəllimə danışdı, biraz bir şey mən bildiyimdən fərqli oldu. Yəni o birinci rəngli toplar idi, 0-6 yaş, 6 ay. Sonra ağac altına bərkidilmiş kub silindir. Yəni bu da bədən quruluşu 6 aydan sonra. Bədən quruluşu biraz fərqli idi. Siz 3-cü 8 hissəyə bölünmüş kubik idi ki, 3 yaşına qədər. Bu da rəngi, həcmi, quruluşu öyrənmək üçün. Sonra 4-cü 8 hissəyə bölünmüş çərpic idi. Sonra burada uzun, enli sahəni də, hündür, məkan, onu öyrənmək üçün. Sonra 27 hissəyə bölünmüş kubik var idi. 21'i bütöv, 3-4'ü kiçik, 3'ü kəsik. Bundan 300 figur düzəltmək olurdu. 6-cı 27 hissəyə bölünmüş çərpic var idi ki, bu da tikinti materialları kimi istifadə olunurdu. Bu 3 ümumiyyətlə 6 hər hədiyyə, 3, 4, 5, 6-cı hədiyyəsi quruculuq kublarını əhatə edirdi, düzdür. Bəs 7-ci hədiyyəsi nə idi? 7-ci hədiyyə bilmirəm, yoxdur. Mən yazdığım 6-ya qədərdir. 7-ci hədiyyələri orada müəllimə biz elə 6-ya qədər biz tapıb oxumuşduq. Yəni 7, 8, 9, 10'lar var müəllimə. O 7-dən sonra bilmirəm mən. Bir də yaş dövrləri var ki, 2-3 yaş körpəlik, 2-ci məktəbə qədər dövr 3-7, erkən yaş dövrü 7-10, yeni yetməlik 10-15 yaş. Düzdür. Onu biz hardan öyrəndik? Birdən səhv öyrənərik, sonra gedib Allah kömək olsun. Yəni siz orada 7, 8, 9, 10 elə dediniz də, o qədər lentlər falan, mən onu bilmirəm. Birdən səhv öyrənərəm, birdən suala düşər də, öyrənərdim vaxt var ikən. Ona necə öyrənə bilərəm, hardan öyrənə bilərəm? Suala düşməz, narahat olmayın, bir dəqiqə. Görürsünüz ekranı. Bəli, görürəm yaşlı rəngdə. Mən YouTube'da falan da elə bir şeylə izləyirəm müəllimə. Yəni orada 7-8 eşitməmişdim, ona görə biraz mənim. Görürsünüz müəllimlər bura? Yox, biz ekran görmürük axı müəllim. Bəli, görünür. Aşağı elə bilərəm mən. Görürəm müəllim də. Kublar silindirlər. Görünür. 1, 2, 3, 4, 5. Müəllimlər, baxın. Burada lentlər var. Görürsünüz bu lentləri? Lentləri görürsünüz. O lentlər 7-ci hədiyyədə. Böyüdə bilmədim çünki fail şəklindədir bu. PDF şəklinə salıb böyüdərəm. Bir də görürsünüz, bunlar lentlərdir müəllimlər. Bax, 7-ci hədiyyə özünü əks elətdirir lentlərdə. Bax, bu lentlər vasitəsilə siz uşaqları öyrədirsiniz. Əsasən də bu lentlər toxuculuq lentləridir. 7-ci hədiyyə budur. 8-ci hədiyyəniz, 9-cu və 10-cu hədiyyə əsasən bax bu qutunu əhatə edir və bu qutunun içərisində də kağız qatlama və kəsmə üsullarını öyrədirsiniz. Uşaqlara origami fəaliyyəti. Yaxşı, belə bir şey deyim. 6 hədiyyəsinin haqqında danışdınız, düzdürmü? 7-ci hədiyyəsi də toxuculuqdur və origamini elmə Frebeldə. Mən orgamini də bilirəm. Orgamini orta qrupdan başlayır. Həndəsi figurları öyrətmək. Yox, demirəm ki, yanlış deyirsiniz. 6-ya kimi düz deyirsiniz. Yəni bilin ki, var hədiyyələri. Ümumi olaraq belə bir şey deyim. Ona görə istəyirəm. 7-ci mənim bu çox da belə bilməli olduğunuz bir şey deyil. Heç o hədiyyələrdən sizə düşməyəcək. Narahat olmayın, sadəcə məlumatınız olsun. 7-ci hədiyyə toxuculuq lentlərdir. 8-ci hədiyyə
Elə bizə elmə gətirdiyi origami fəaliyyəti ilə bağlıdır. 8, 9, 10-cu hədiyyəsi. Aydındır? Yəni 7, 8, 9, 10-da elə 7-ci hədiyyəsi toxuculuq lendi. Bəli, onda qutarır, onda. 7-ci hədiyyəsi. Amma iki eyni şeydir də onda müəllimə, 8, 9, 10. 8, 9, 10 kağız qatlama üsuludur. Birində origamidir, birində rəngsiz fəaliyyətdir, birində rəngli fəaliyyətdir, birində isə ümumi olaraq o kağızların kəsmə üsullarıdır. Yəni bu xırdalıqları ilə testə verilir, inanmıram. Yox, müəllim, xırdalıqları ilə olmayacaq, sadəcə məlumat. Çünki bu çox xırdalanır, inanmıram o boyda testə xırdalığı. Yox, müəllim, heç hədiyyələr haqqında da heç bir şey görməyəcəksiniz. Sadəcə ümumi olaraq onun yanaşması. Belə düşə bilər ki, müəllimə, bağçanın yaradıcısı Frebel olur. Ay sağ ol, yaradıcısı Frebeldir, yanaşması nə idi, məqsədi nə idi, vəzifəsi nə idi? Uşaqların çiçəyə bənzədir ki, yəni çiçəyə yaxşı... Ona can bilirik. Hətta varda soxulmuşdum ki, onun qəbrüstü abidəsinə də onun oyuncaqlarının şəklini vurublar. Yox, xeyr, müəllimə, abidəsi onun bayaq dedim də, mən silindir, kub onun üzərində kürə, onun abidəsidir. Hə də, onun yəni üzərinə vurublar o şeyləri, işarələri eşitmişəm onu. Abidəsi o amma mənim orqamidən zatdan düşə bilər. Amma bu oyuncaqlardan xırdalığına qədər inanmıram da. Yox, düşməyəcək mənim, narahat olun. O belə deyək də, dərinliyinə qədər bilməyiniz lazımdır. Sadəcə məlumatınız olsun deyə dedim. Belə müəllimlər, başqa sualınız varmı? Müəllimə, bu Frebeldə bir də çətinə düşdüyü. Müəllimə, çətin deyil. Müəllimə, bunu öyrənmək olar da. Müəllimə, bunu yəni YouTube-da falan da var, izahınız ki, oradan rahat vaxt oturarsınız. Ümumi olaraq axtaram qrupa götürərsiniz, kiçik bir hissə şəklində baxarsınız. Hədiyyələr axtarır. Müəllimə, bir nəzəriyyə yanaşma məntiqi cəhətdən elə eyni şeydir də. Bayaq müəllimə biraz fərqli izah elədi. Məntiqi cəhətdən yanaşma ilə nəzəriyyə eyni şey deyil. Onun fərqi nədir? Qısa deyə bilərsiniz özünüz. Nəzəriyyə odur ki, elmi əsaslarla onu həyata keçirdirlər. Yəni nəzəriyyənin ümumi olaraq əsas bir belə deyək də faktları var. Neçə illər ərzində həyata keçirilən bir şeydir. Yanaşma isə tətbiq edirsiniz praktikada və o praktika vasitəsilə öyrənilən bir şeylərdir. Yəni nəzəriyyədə qanun uyğunluqlar var, elmi əsaslar var. Məsələn, Piaget əsaslandırırdı. Onun fikrində uşaqlar hər yaş dövründə eyni mərhələdən keçirdi. Yəni o əslində mərhələ yox, dövrdə və dövrlərində içərisində mərhələlər var. Məsələn, 0-2 yaş uşaqlar sensitiv hiss etmə vasitəsilə, tanıma yolu ilə, əşyavi manipulyasiyalarla, perseptual əməliyyatlarla nə isə kəşf edirdi və onun fikrincə 2-7 yaşlı uşaqlar əməliyyatlar öncəki mərhələdir mənə görə, çünki orada heç bir əməliyyat yoxdur. Yəni ilkin əməliyyat yox, əməliyyat öncəki daha məqsədə uyğundur ki, orijinaldır tam olaraq bunu deyil. Çünki orada əməliyyatlar yoxdur. Orada uşaq egosentrik dövrdədir. Orada uşaq özünü mərkəzdə hesab edir. Orada uşaq ümumi olaraq xəyali düşüncələrdədir. Artifizm var, animizm var orada. Orada uşağın xəyali bir dostu var. Yəni əməliyyatlar öncəki mərhələdə 2-7 yaş uşaqlarının Piagetə görə hər biri özünün mərkəzdə hesab edir. Ona görə həddindən artıq belə deyək də ümumiləşdirmələr apara bilir. O uşaqlar ümumiyyətlə belə deyək də assimilyasiyaları çox edir. Çünki gördüyü bir şeylə nəyisə əlaqələndirməyə çalışır. Ekvilibrium və tarazlıq orada tam şəkildə özünü qorumur ki, Piaget də deyir ki, tarazlıq olsa öyrənmə necə baş verər, qoyun olmasın heç tarazlıq. Bu şəkildə. Konkretdə artıq hər şey konkretləşir və artıq nəsə yerinə oturur. Konkretdə uşaq artıq geriyə saymağı bacarır. Geriyə sayma fəaliyyəti bəzən müəllimlərin izahına baxıram, özünü belə əks etdirir ki, gerimə sayma fəaliyyəti geriyə çöndərə bilməmə riyazi bacarıqlarla bağlıdır. Məsələn, uşaq 7-nin üstə 3 gəlir, bərabərdə 10, 3-ün üstə 7 gələ bilmir. Bu şəkildə yox, nəyisə də geriyə çevirə bilmir uşaq. Məsələn, uşağa deyirsən ki, Əlinin bacısı var, deyir, hə, nədir adı necədir? Aytac, bəs deyirsən, Aytacın qardaşı var, deyir, yox, tanımıram. Gördünüz, geriyə çevirə bilmir. Əli Aytac Əlinin bacısıdırsa, Əli də Aytacın qardaşı olmalıdır. Uşaq onu orada geriyə çevirə bilmir. Və burada ümumi olaraq ekvilibriumda da o belə deyək də, məsələn, necə deyək, tutaq ki, A hərfini keçsin, B-ni keçəndə A-nunudur, sağa baxanda solunudur. Bir də ekvilibriumda əsasən tapşırıq verirsən, 3 tapşırıq, birini bilmir, tarazlıq yoxdur. Məsələn, deyirsən ki,
Bağçadan gəlib paltarını dəyişir, əlini yuyur, qardaşının səsinə yemək yeyək. Əlini yuyur, paltarının birini dəyişir, birini dəyişmir, qardaşını da səsləmir. Tarazlıq tam şəkildə özünü qorumur. Bu da özünü əməliyyatların öncəkində göstərir. Amma konkretdə hər şey konkretləşir. Uşağın ümumi olaraq induktiv düşünməsi özünü burada göstərir. Yəni ümumi anlayışı tapmaq üçün xüsusi nələrdənsə istifadə edir. Məsələn, alma, armud, heyvanlar, hamısı meyvədir. Sonra gələcək deduksiya. Deduksiya artıq özünü göstərir. Formalda uşağın yeniyetməli egosentrizmini görə bilərsiniz. Formalda uşağın nisbi düşüncəsini görə bilərsiniz. Formalda uşağın konseptual düşüncəsini görə bilərsiniz. Formalda uşağın belə deyək də uşağın ümumi olaraq hipotetik düşüncəsini görə bilərsiniz. Formalda artıq uşaq abstrakt düşünür. Orada bizə əsas lazım olur hissi hərəkət. Yox, səhv məlumatdır. Bütün 7-11 yaş. 7-11 yaş bilirsiniz necədir? Qeyd müəllimə, test mərhələsi üçün bir müəllimin hər tərəfli öyrənməsini belə deyək, bilmələri üçün test mərhələsində adətən rastımıza çıxır formal və əsasən konkret əməl. Aydındır nədir? Müəllimə, axşamınız xeyir olsun. Buyurun müəllim. Necəsiniz? Yaxşı olasın, dəriniz necəsiniz? Yaxşıyam, sağ olun müəllim. Müəllimə, bu ekvabiliyorum dediniz. Ekvabiliyorum akomodasiya assimilasiya arasında körpüdür, keçiddir. Belə deyək də, tarazlığın tam şəkildə olmaması, tarazlığın pozulması kimi. Olması. Bir də ki, müəllimə, bu formal əməldə hipotetik düşünmədir, analoji, nə bilim, konseptual düşünmədir. Onların açıqlamasını verərdiniz də zəhmətdən keçin. Yaxşı. Hipotetik düşüncə bir növ özünün minimumu ilə başqasının maksimumunu qarşılaşdırmaqdır. Məsələn, deyir ki, tutaq ki, məsələn, mənim də olsa, deyir ki, mənim də elə dərs vəsaitlərim olsa, mən də gözəl belə deyək də dərs oxuyaram və yaxud da ki, mənim də elə broşum olsa, mənim də saçım gözəl olar da. Mənim də broşum elə olsa, mənim də saçım gözəl olar. Bu hipotetik düşüncədir. Özünün minimumu görür, başqasını belə deyək də maksimum. Özünün minimumu ilə başqasının maksimumunu başlayır o qarşılaşdırmağa. Biri də var ki, yəni burada ümumi olaraq ortada olmayan vəziyyətini göstərir ki, məndə vəziyyət budur da, yoxdur məndə, başqasında var deyə, başqası ona görə uğurludur. Bir hipotetik düşüncə budur. Sonra nə dediniz? Müəllimə hansı düşüncə? Konseptual düşünmə ümumiyyətlə kombinasiyalı düşünmə kimi bilin. Yəni ümumi olaraq burada bizim hər hansı bir seçimlərimiz var. Seçimlər üzərində də hər hansı bir düşüncəmiz var və yaxud da ki biz ümumiyyətlə sistemləşdiririk. Gəlin konsept yaradaq. Deyirəm ki, dənizi çirkləndirməyək. Niyə? Orqanizmimizə ziyandır. Deyirsən, dənizdə nə var ki, sənin orqanizminə ziyan olsun? Dənizdən sən nə əldə edirsən ki, orqanizminə o ziyan edir? Çimə, dənizdə suyundan istifadə etmirsən, içmirsən. Deyir ki, maddələr qəbul edir, toksitləri qəbul edir balıqlar. Balıqlar da qəbul edir insanlar və o dolayı yolla bizim orqanizmimizə konsept qurdum. Və yaxud da sizin konseptləşdirməniz deyirik, konsept qurmuşuq dərsə aid. Yəni orada bir növ əsaslandırırsınız bu konsepti. Biri də var ki, analoji düşünmə. Məsələn, bənzədərək düşünürük. Bənzədirik, nəyəsə bənzətmək kimi. Analoji düşünmə, məsələn, cırcıramanı təyyarəyə bənzətməyiniz. Belə, nisbi düşüncə var orada. Məsələn, nisbi düşüncə özünü adətən debatda və bir də provokativ məsələlərdə göstərir. Məsələn, mənə görə, sənə görə. Deyirəm ki, tutaq ki, mənə görə bir insanın savadlı olması üçün mütləq şəkildə onun genetik faktları rol oynayır orada. Siz də deyirsiniz ki, xeyr, genetik fakt olmadan da insan savadlı ola bilər. İnsan özünü inkişaf elətdirə bilər. Aydındır? Orada bir də belə bir misal verək. Məsələn, bir adam oğurluq edir, birinə görə... Onu da deyim, o da provokativ məsələdir. Provokativ məsələni deyək ki, tutaq ki, dostuna pul ehtiyacdır. Bir dostu gedir, evdən pul götürür, aparır, dostuna verir. Sual verirəm. Deyirəm, bu sizcə düzgündür. Biri deyir ki, dostunun ehtiyacı olduğu üçün evdən oğurluq elədi. Digəri də deyir ki, heç bir halda evdən oğurluq etməməlidir. Bu nisbi düşüncədir. Tənqidi yanaşır da bir növ. Bəli. Hər öz fikrim, provokativ sualdır, mübahisəli məsələdir. Sən də haqlısın, sənə görə, mənə görə.
Bir də elmi düşünmə, analitik düşünmə, düşünməlidir. Analitik düşünmə də özünü elmi düşüncədə göstərir. Biri də var ki, metakognitiv düşünmə. Burada da artıq insan nəyi necə öyrəndiyini, ümumi olaraq nəyin necə fərqinə vardığını, varoluş barədə artıq bir növ düşünməyə başlayır. Məsələn, mən elə bir dərsi necə mənimsəyirəm, hərənin öz yolu var da. Düzdür. Bir də müəllimlər, orada belə bir şey var, belə bir cümlə var, abstrakt düşüncə. Bəzən deyirik haqq, ədalət, bu haqda uşağın düşünməsi. Abstrakt düşüncə isə içərisindədir. Bir də abstraktlıq özünü nə də göstərir? Mücərrətlik. Məsələn, gəlin elmi olaraq əsaslandırın bunu sizə. 12+. Uşaq fizika dərsini keçir. Orada astronomiyanı keçir. Astronomiya haqqında düşünür. Əslində bu biraz mücərrətdir. Çünki tam şəkildə o bizə məlum deyil. Məsələn, Marsda yaşayışın olması. Mücərrət haqqında düşünək, gözümüzlə görməyə toxunmayaq. Nəyə? Virusa. Uşağın virus üzərində araşdırma etməsi də abstrakt düşüncə içərisindədir. Yadınızda qalır. Yəni gözə görünməyən mənasında belə. Bəli, əllə tutmursunuz, gözlə. Mücərrət isimlər keçirdik, xatırlayırsınız. Bəli, gözə görünməz, məsələn, sevincdir, duyğudur, yuxudur. Burada da virusun özü də gözlə görünmür, əllə tutulmur. Məsələn, Marsa biz heç kim getməyib ki, ora kim görüb ki, Mars nə formadadır. O da bizə abstrakt. Aydındır. Müəllimə, yəni belə şeylərdən suallar düşə bilər. Müəllimə sual verdi Gülarə müəllimə. Mən də onu cavablandırıram. Başa düşdüm müəllimə. Aydındır. Qızıl əllər anlayışını elmə gətirən şəxs, onu deyim ki, müəllimə qızıl əllər yazdı, onu deyirəm. Qızıl əllər sinkretik düşüncədə özünü göstərir. Onu elmə gətirən müəllimlər Piaget deyil. Onu Clark gətirib, Amerikan alimidir. Və qızıl əllər düşüncəsi özünü ilkin əməli mərhələdə göstərir adətən. Orada da Clark də əsasən Piaget deyir ki, müəllimə, Clark deyir ki, sənin dediyin bu qızıl əllər anlayışı məni təhlil edər ki, yəni ilkin əməl dövründəki uşağımın düşüncəsidir. Ona deyəndə qızıl əllər o elə düşünür ki, əl qızıldır. Ona deyəndə şaxta qılınc kimi kəskindir, elə bilir ki, şaxta bir insandır, əlində qılınc gözləyir. Yəni qızıl əllər anlayışını əgər deyirsinizsə, o sözün ümumi olaraq belə deyək. Sinkretizm bölməli mi o? O sinkretizmdir. Sinkretizmdə elmi Piaget yox, Clark. Belə. Başqa müəllimlər sualınız yoxdursa, yekunlaşdıraq. İnşallah gələn həftə görüşərik. Orada da testlər edirik. Təşəkkür müəllimə. Çox sağ olun. Çox sağ olun müəllimə. Çox sağ olun. Sağ olun. Xeyrə qalsın. Mən çox sağ olun. Buyurun. Kaydı yükləyim atacaq.